Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar bölümün 363. bölümün başlığı. E, Bir önceki programda iki kitaba çalıştım, okuyayım. Birinci o Behçetül Fetava'dan biraz oradan buradan bir 3-4 sahifenin fetvalarını okuduk. Fetvalarla aramız yaxşı olmadığı için oxumadıq. Qota Doğu Bilik kitabına başvurduq. Təəssüflə bu kitab əks olmadığı üçün, yəni fotokopidə olduğu üçün, yaxşı görsənmədiyi üçün onu çalışdıq ki, internetdən müxtəlif kitabları axtardıq e, ki, bəlkə onlardan tapaq. İnternetdən axtardım və sonra naümid olaraq proqramı başa verdik. E, Əslində bu günləri bir kitab oxumadıqdan dolayı təzəşdən qeyd etdim, görüm ki, bir hangi kitabı oxuya bilirəm. Ki, əlbəttə Qota Doğu Bilik çox önəmli bir kitabdır. Biz bunu öyrənməliyik. Bu, aha, bayaq download oldu bu. Tamam. Nədir? Dur, hər nədir soruşuruq. Nədir bunlar? Gedək görək bu günləri hangi bir kitab bizə rast gəlir ki, onunla bir zehnimizdə bir yaxşı bir ləzzət aparaq. Qota Doğu Bilik'i oxumadığımıza görə Qanuni Sultani deyə bir qanunnaməni açaq və ondan sonra bir dənə kitab görürəm, Saətnamə. Bu saətnaməni açaq və bu iki kitaba ola bilsə hərəsindən biraz olmasa fəqət qanunnamədə bir baxaq. Əvvəl kitaba baxaq, görək ki, kitabxanada nə vəziyyətdə saxlanır. Birinci əksə baxırıq, görürük ki, kitabın cildi yoxdur, cildin görsətmir. Kitabın cildi olmadığı üçün birinci səhifəni görürük ki, Şirazə dağılıbdır, çürüyübdür kitab əslində. Dövrəbərinə baxanda görürük, kamilən çürüyübdür. Kitab vərəqlərin ucu çürüyübdür. Bu vəziyyətlə amma Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Birinci səhifəni ki, biz görürük, bunun üstündə bir kəlmə yazıb, ərazi qanun namələri, ehtimalən ya naməyi, belə bir şey yazıb, amma bəlində də bir kəlmə yazıb, onu oxuya bilmirəm nədir. Qıraqda da bir şeylər yazılıbdır və ehtimalən və arxada çox yazılar yazılıb ki, o üzdə görsənir. Bunlar əcəba nəzərə gəlir ki, fehristdir. Kitabın fehristi olacaqdır. İki rənginlə, qərə və qırmızıya yaxın ya da tox qırmızı ilə bir rəng ilə bu fehristlər yazılmış ola bilər. Əgər fehrist olsa. Fehrist olmasa hər nədir? Hər halda yazılıbdır. Buna baxmaq olar, görmək ki, nədir? İki səhifə beləsi yazılıbdır. Kitaba su gəlibdir. Kitabın dövrəsi çürüyübdür, cırılıbdır. Hətta belə nəzərə gəlir ki, bu kağız çox qalin və kağız. Şuna görə ki, kağız cırılandan sonra bunun elə bir parça ilə toxunubdur. O parçaların uclarını da biz görürük. Yəni, belə bir kağızla ehtimalən qarşıya gəlmişik ki, parça deyil ətmən, amma o cür görünür. Yəni, çox qalin görünür. Bugünkü kağızlar kimi görünmür, əsla və əbədə. O birisi səhifəni açırıq, orada da aynıdır. Yəni,
Yenə də aynı qələmlə, aynı rəng midadla ya hər nədə ondan yazılıbdır. Davam edir. Ehtimal verirəm. Ehtimal verirəm ki, bu iki səhifə bir əksidir. Bəli. Bir səhifədən iki əks buna qoyublar. Baxdım bunu, gördüm. Sonra ikinci səhifə başlar, yəni kitabın özü başlayır. Bismillahirrahmanirrahim ilə başlayır. Uzun sətirləri vardı. Sətirlərin əvvəli və axirləri bir xəttədir. Heç bir çarçivəsi yoxdur. Sadəcə bir yazıdır. Yazının özündə qələm 3 dəfə dəyişib. Yəni birinci səhifəyə baxıram, sağ səhifəyə. Sağ səhifədə qələm özü 3 dəfə dəyişilibdir. Əl yazması. Buradan bir əks salaq. Bu bizə bəlkə köməklik elər. Kitabın üstünə su ki keçibdir, o görünür. Ən azından 2 dəfə bura su gəlməyi olur, bəlli olur. Kitabın dedim çox cırılıbdır, yapışqanla yapışdırıblar. O birisi səhifələr də aynıdır, o iradlar biraz az görsənir. Məsələ cavab şəklində kitab davam edir. Niyə ki, görürük burada qırmızı rəngdən bir dənə məsələ, onun üstündə məsələni yazıbdır, sonra da əl-cavab deyə davam edibdir. Bu kitab bu şəkildə davam edir. Mövzu nədir, nə haqdadır bilmirik. Qanuni Sultani yazıblar PDF-in başında. Deyiblər bu 1204-dədir, yəni 243 il öncə bu kitab yazılıbdır. 128 səhifədəki PDF-də 64 səhifədə görsənir. Dediyim kimi mənə gəlir ki, xətt bəzi yerdə dəyişilir. Yəni 2 xətt görürəm mən burada. Hətta bu səhifədə. Amma ola bilər ki, bir xətt də olsun ya da 2 xətt də olsun ki, beləsi görsənir. Yəni çox yerdə bu görsənir ki, 2 əldir. Məsələn, burada 2 səhifə, 2 dənə əl yazı görsənir. 2 səhifə, 2 əl yazı. Davam edirik daha bu xətlərə çox diqqət etməyərək. Dərbəyan əhvali İbn. Bu nə cür Qanuni Sultanı olacaqdır? Ehtimalən çox burada da bir şey tökülübdür kitabın üstünə. Həm od ola bilir, yəni bir yanan bir şey, kömür kimi bir şey yana kağızın üstünə düşə. Həm də məsələn həna ya xına dediyimiz ola bilər. Amma bu hər nədirsə yandırmayıbdır, amma sonki səfələri də nəzərə gəlir ki, bir şey olacaqdır, qəhvə kimi filan ehtimalən ki, o birisi səhifələrə keçibdir, bəlkə o cür bir şey olar. Hər halda bir 4-5 səhifəyə adda təsir qoyaraq davam edibdir. Xətt biraz daha yaxçılaşır. Burada da bir qırmızı ilə bir paragraf yazıbdır. Bəzi kəlmələrin bu səhifədə görürük ki, başı üstə burada Sultan Əhməd xanı da yazıbdır. Səfə 23, PDF-də 25. Burada ehtimalən sultanların haqqında da bir şey yazmış olar ki, hangi burada da bir tarix gördüm, əgər geçməsə gözümdən geçdi. Bir tarix gördüm, amma itirdim onu. Noy axər. Yine töpürdə. Bir dənə də ayrı bir rənginə buna bir haşiyə yazılıbdır, qıraq yazı yazılıbdır. Çox gözəl. Kitabın qırağında bir həm latincə nömrə qoyulubdur, həm də qabaqcan yazılanda, yəni kitabın özündə ehtimalən bir nömrə qoyublar, amma kəsildiyinə görə kitabın qıraqları belə nəzərimə gəlir. Mənim nəzərimə kitab od da tutubdur. Bu od tutan yeri kəsiblər və çox pis kəsiblər. Yəni bu belə görsənir ki, ona görə də bu qıraqda biraz adam diqqət eləyəndə o cür bir şey görür. Amma bəzi səfərlərdə o ədəd ki, özü, yəni bu qələmin qırmızı rəngi ilə yazıblar, o görünür bəzi səhifələrdə, bəzi səhifələrdə görsənmir.
Orada illəti budur ki, bəzən qıraqda çox qıraqda yazır, bəzən qıraqdan biraz yazıya tərəf yazır. O yazıya tərəf qalacanda qalır, uzaqda yazanda gedir. Burada da bir şey tökülüb, yenə də bir yağ tökülüb ehtimalən və 2-3 səfədə yeri qalıbdır. Kitabın fiziki vəziyyəti çox önəmlidir. Biz bunları eləyə bilsək. Burada kitabın sonunda bir tarix ki, burada yazıblar, onu təyid eləyən bir mətləb var. Yazıbdır ki, dər zamanı, burada biraz üsluqdan gərək yoxuyaq, görək ki, burada nə yazıbdır əslində, amma bu xəttə adət eləmək lazımdır. Mən bunu biraz edib bu səhvədən oxuram, çünki yarımçılıqlı cümlə, orada oxuram, gedir, görək nə olur. Bərat-ı şərif ilə mütəsərrif olduqları müstəhfəz timari qəriyyələrdən bir qat və təvabi qəriyyələrdən toprağında vaqi baştənbəllərindən baştənbə nə deməkdir? Birilərindən dəftər-i cədid xaqanidə rəsm yazılmaqla bunlardan qanun üzərə əşrə müadil rəsmilərin burada su gəlibdir, alıbdır, etibarən tələb edildikdən dəftərdə yazıldığı qədər verib ziyadə verməz zəhi təəllül verməzüz diyu təəllül və niza və inad eylədiklərin bildirib və dərgah-ı müəllamidən ixrac olunmuş möhürlü səhih dəftər-i cədid xaqani tələb edib, görəsən filvaqi ol baştınə, başt nə deməkdir? Məmulən buna subhanə, yəni səhər sağa bir yeməğa deyilir, amma burada baştınə birilərindən dəftər-i cədid xaqan xaqan cədid xaqanidə rəsm yazılmış isə üşrə müadil rəsmilərin hökm edib alübən desin şöylə ki, əşrə müadil rəsmilərin verməyib dəftərdə yazıldığı qədərdən ziyadə verməziz diyu təlil edərlər isə yəmin ilə əşrilərin hökm edib alübilər. Ehtimalən təkrar olur burada. Nədirsə belə gəlirəm ki, bəlkə də mən üçün anlamıram ehtimalən mənanı, belə gəlir. Alıbırsən, mən beyədi şər-i şərifə və qanunə və əmr Hümayunimə müxalif təəllül və inad etdirməyə siz şöylə ki, biləsiz əlamət-i şərifə etimad qilləsiz təhrir. İndi buradan bu yazır ki, nə zaman yazılıbdır. Feylən adın yazmayaq qalsın, yazıb ad yazaq qalsın, amma təhrirən fi əvaxiri mühərrəmil hərami, əvaxiri pəs tarix yazaq, tarixi təhrir. Təhrir, yəni bir nəfər bunu götürüb yazıbdır, müəllif deyil. Təhrirən fi əvaxiri mühərrəmil hərami səniyyə 84 və əlif 1094. Kitab təhrirən fi əvaxiri mühərrəmül həram səniyyə 4
və səmaninə 80 olacaqdı ehtimalən. Səmaninə və əlif. İndi bu tarixi biz istəyək burada. Buna görə ki, mən bunu dəqiq şey eləyim, anlayayım. Gedək burada yazaq ki, əvaxiri əvaxirini də istəmirik, mühərrəmi də istəmirik hətta. Səniyə ərbəə və səmaninə və əlif. Bu bunun tarixidir. 84 bəli. Hazır tarixi yuvafiqü sənətə 1084 هجرية أو ميلادية حسب السياق لكن الصياغة شائعة في التاريخ الهجري إليك بعض تفاصيل حول هذه العالم عام في تقويم الهجري من 84 بعد هذه السنة في تقويم الهجري يوم 18 أبريل من 673 وانتهت في فلان. أبرزت الإحداثات كانت هذا الفترة تشهد استقرار الدولة العثمانية في عهد السلطان محمد الرابع وبروز قوة الدولة السعدية العلوية في مغرب العربي. Bu ildə Məğrib Ərəbidə 4-cü Məhəmməd zamanında Osmanlı Afrikada zəifləyibdi. Oradan dolayı da orada Məğribdə dövlət-i Ələviyyə təşkil tapıbdı. İza kuntu təqsir sənə 1400 fi sənət əs-Suud Vusta سقوط أنطاكية في هذه السنة تمكن السلاجقة المسلمون من السيطرة على مدينة أنطاكية في تركيا حاليا بقيادة سلeyman ibn Qətilmiş. Cəlibdir bu gündə Antakiya şəhrində Səlahicciyənin əlinə keçibdi. Yəni Süleyman ibn Qətilmiş bu Qatılmışın oğlu. Qatılmışın oğlu Süleyman bu Antakiya şəhrin alıbdır. Dahi bəqiyyəsini oxumuruq, çünki bizə orası mühüm deyildir. Bu ki, bunu bilək, hangi tarixdə 1084-də bu kitab yazılıbdır. Özə təhrir olubdur. Bu, burada. Gedək görək ki, dahi nə var? Əşğasında, yazmışmış burada əşğada Tazaşdan. Diqqət buyurun, 2 tarix var. İndi yazıda bir də oxuyuram bunu. Ehtimalə burada neçə tarixlə qarşılaşıyıq. Dedi ki, təhrirən fi əvaxir mühərrəmi səniyyə ərbəə və səmaniyyə və əlif 1084-də bu kitab təhrir olubdur. Be məqam İstanbul, İstanbulda. Sümmə qanun sultani, adı qanun sultani, səmmə qanun sultani diye yazıldı. Ala yedil abd, kim yazı mühərrir, şimdi mühərrir nüsxəti. Ala yedil abd zəif el-muznib el-hagir Ali ibn Muhammed el-Məsimi. El-Məsiyyə. Əlbəttə burada qırağa da bir şey çəkib aparıbdır. Amma bu hardan çəkib aparıb ora və hardadır yazması cəlibdir, devam edir. Burada bir şey yazılıb, amma onu oxuya bilmirəm. İhtimalən qırağa buradan gedibdir. Deyib ki, yazan, mühərrir. Görək mühərrir, şimdi adını yazaq burada. Ali ibn Muhammed el-Musmi İhtimalem buraya nakzan arus
قد وقع الفراغ. İndi burada bu ehtimalən nəqzəndir ya beləsi bir şey olacaq. Hər nədir oxuya bilmirəm çünki qatışıblar bir-birinə. Ərus ehtimalən ərus ad olacaqdır. Yəni el-musamma de ehtimalən bu. Ali ibn Muhammed el-musamma bi qəzai ərus. Mən beləsi oxuram. Bi qəzai ərus. El-musammanı satla yazıbdır. Əgər bu cür olsa qələtdir. Qəzai ərus burada bir mən parantez arasında bunu yazdım ki, görək belə bir adam varmı? Qəzai ərus. Arus da ola bilər. Qəd vəqəl fərağu min təsvid hazəl qanun. Hangi il yazılıb? Orada təhrir eləyibdir. İndi burada da ehtimalən deyir ki, bu adam ki bunu yazıbdır, o əvvəlinci mühərrir nüsxəti deyil. Bunu gələk burada indi dəyişdirək. Mühərrir, yəni əsl yazan yazar. Bunu yazdıq. İndi deyir ki, qəd vəqəl fərağu min təsvid hazəl qanun fi yevm rabi'i min rəbiyül əvvəl. İndi nüsxə nüsxənin tarixi, bu nüsxəni hangi zaman yazıblar onu deyir. Yazan Ali ibn Muhammed yox, bu yazan bəli, Ali ibn nüsxəçi ehtimalı olacaqdır. Yox, yazan bu olacaqdır. Ali ibn Muhammed el-Musamma bi qəzail urus. Baxarıq onu da görərik, amma qalanı deyir ki, qəd vəqəl fərağu min təsvid hazəl qanun fi yevm rabi'i min rəbiul axir. Rəbiul axir, rabi'də yəni 4-cü gün. Rabi'i min rəbiul axir. Və burada da bir kəlmə yazıbdır. Yevməl əhədi bu nədir oxum, bəlkə də qələtdir, xətləyiblər. Yevməl əhədi, yəni məsələn bizim deyirik nə mənə? Cümədən sonra birinci gün. Bu birinci gün səniyyə ərbəə və miəteyni və əlif. Bu nüsxə, səniyyə, nüsxə tarixi səniyyə ərbəə 4 və miəteyni və 200 və miəteyni və əlif. Bu da bir ayrı bu şeyin tarixidir. İki dənə tarixi ilə buradan qarşı-qarşıya durduq. 1204 1204 hamısı hicridir. İndi bu deyir ki, burada bu nüsxənin tarixi budur. Nüsxə yazar bunu yazıbdır. Yəni mən bunu indi deyim, bu yazar dedik burada. Bu adamı mühərrir. Təhrirən fi əvəxir mühərrəmil həram səniyyə 84 və əlif bi məqam İstanbul sümmə qanuni sultani əla yədil əbd-i zəifəl müznib əl-həqir Əli ibn Muhammed əl-Müsamma bi qəzai ərus qəd vəqəl fərağu min təsvid hazəl qanun. Bu özüdür. Ehtimalən bu bəli, üstəki o Ali ibn Muhammed qaziyə ərus beləsi bir şey, bunu gərək yazaq. Görək ki, nə deyəcəkdir? İndi burada da aşağıda özü bir izafə bir şey yazıbdır. Deyib ki, در زمان سلطان سلیم خان ثالث بن سلطان ثالث ابن در زمان سلطان سلیم خان ثالث ابن سلطان Mustafa ثالث tarix cülus. Bunu da bir nəfər yazıbdır. Kimdir? Mevti səltənət, tarix cülus, mevt səltənət. O şeylərin yazıbdır. Tarix cülus, mevt səltənət.
beləsi bir şey yazıbdı. Yazıb ki, yəni ehtimalən Sultan Səlim xan, Səlim xan Salis ibn Sultan Mustafa Salis, ehtimalən Sultan Səlimin tarixi cülus 1202, Mevt 9-cu ay, səltənət müddət olacaqdı. Müddət olacaqdı ehtimalən. Mən Mevt görürəm, amma Mevt olmasa bəlkə. Səltənət 18 il, müddət ömür 48. Bunlar altında yazıb beləsi. Aşağıda bir imza kimi bir şey vurubdu. Mustafa, əgər görsək, İbni Ali İbni, yenə burada yazıbdı, İbni Ali Mətşibni Fəchər İbni nəmənə belə bir şey. Adı çox uzundur özdə. 2 dənə adı yazıbdı. Eyni Mustafa kimi, amma Mustafa da deyil, çox bir imzaya bənzir. Vəli Mustafa da oxuna bilər, yəni. Müstərr kimi, əslində Müstərr kimi oxunur, amma Ali ibn Mustafa ibn Ali Müfti bəl Məcməri ibn nəminə belə İsparta. Bu İsparta'da olurmuş. Bu hər kəsdir bunu yazan. Bu şeyi ki, bu kitabın sonunda yazıb o. İsparta'da olmuş şeylərdi, indi də İspartadır Türkiyədə. Aşağıda yenə bir ayrı bir tarix yazılıbdı. Şu zati Cəvim Məhəmməd, o da Muhammed imiş. Üstəki oxuya bilmədik nədir? Ali Müfti ibn Məhəmməd Məhmud. Məhmuddir. O burada yazır ki, Məhmud Fitrət üstadına. Bunu görə istəyək oxuyaq, bunu görə kitabı çevirək, görək ki, burada bir şey oxuya bilirik ya yox. Məhmud İftira ustadına müdərrisi etmiş Ali Əfəndi, o da Ali Əfəndi olacaqdır. Muhammed Əfəndi ustadına müdərris etmiş Ali Əfəndi Cəvim 1228'de de burada bir nəfər götürüb bir şey yazıbdı. Hər halda onu da oxuya bilmədik və beləliklə. Qeydək kitabın ən başdan bu kitaba görə bir oxuyaq görək bu nədir? Birinci səhifədən işimiz olmadı Süleymaniye kitabxanasında. La yecuzu təsərrüfi fi halil qeyri yəqricuhu şai infərdi belə bir şeydir. Əngürəvi. La yecuzu təsərrüfi fi halil qeyr be nəmənə zəvcə şahi inqirədi. Belə bir şeydir əngirəvi. Ehtimalən addır şuai inqirəvi ya şai inqirəvi. Kitabı ehtimalən sahiblanmış belə bir ad ola biləcəkdir. İkinci səfhədə və iki dənə səfhədir dalbadal. Bunlar da fehristdir məncə. Dərbəyan qanun əhval təsərrüf və fəraq. Oradan buradan baxıram. Məsələyi əsər bina olub balıq seyd olunan dalban sahibi fot oluqdur. Yəni millət müxtəlif məsələyə görə bir səhifədən, yəni iki səhifədən iki dənə əks salıblar, dalbadal qoyublar. Orası önəm daşınmır. Orada iki səfəni çıxsa, əslində bu kitab 62 səhifə olar PDF-də. Kitabda da olar 127 səhifə. Ya 126 səhifə, belə. Gedək Bismillahirrahmanirrahim kitabımızdan görək ki, neyniyə bilirik. Bayaq fikirləşirdim ki, nə cür mən ərəbcəni bəzən yaxçı oxuram, amma türkcəni o yaxçılıqda oxuya bilmirəm. İlləti budur ki, ərəbcənin qulağına adət eləmişik. Yəni, bir iddə kəlmələr çox eşitmişik qulağımız. Ona görə ki, özümüz də onu görəndə adam bir şeyə bənzədir, oxuyur. Amma ərəbinin özünə girsək, təbii ki, daxil o palçığa batarıq və çıxa bilmərik. Çünki böyük bir savadsızlıq var orada.
بسم الله الرحمن الرحیم. الحمد لله الذی له ملک السماوات و الارض و هو علی کل شیء قدیر. Buradan bir cümlədir, gəldi qutardı. Allaha görə şey elədi. İndi buradan bu keçir Türkçəyə. Cənabi Haqqani روی زمین و خلیفه رسول رب العالمین مالکی ممالک العالم ذل الذلیل به ملجعی چافت الامم ممهدی قوانین الشرع المبین مؤید مقاعد الدین المتین احتمالاً مظهر کلمات العلیا رافی اعلام الاسلام الغایت لغایت القضاین فاتح بلاد ya da bunu okuyabilirim. Yani qısaya ola bilər. İlâ gâyetil qəsya fatihi biladi məşarik والمغارب المشارق الفلام بلسی yazılıb. Çox cəlibdir. المشارق والمغارب بسيف المسلول جنده الغالب صاحب الغارئ المشهور فيما بين الأنام والواقع والقامع المشهورة على صحائف الأيام المجاهد في سبيل الله بعزم و اهتمام ملحق معظم ملحق معظم الممالك الحرب إلى دار الإسلام جابت الإمام العظيم جابت الإمام العظيم والسلطان الباهر وارث الخلافة الكبرى. Bunu biraz kiçiklədik ki, bu bəzən çox yekəlibdir. Burada titrir. Acaba mən titrirəm ya bu titrir? Tamam, indi düzəldi. Kabirən ən kabir naşir قوانین سلطانیه. Burada kitabın adına işarə edilir. Naşir قوانین سلطانیه آشر الخواقین العثمانیه. Aşir 10-cusu. Qavanini Usnamini nəşr edən, yayan və sultanların 10-cu xəlifəsi. Görək bu kimdir? Bu cəlibdir. Naşiril Qavanini Sultaniyə ilə buradan yazaq bu şeyə. Mən huvə naşir el-Qavanin əs-Sultaniyyə və dedinə mənə Qavanini Sultaniyyə Aşiril Xavaqinil Usmaniyyə və yayır Aşiri Xavaqin el-Usmaniyyə. Görək burada nə yazır? İndi ərəbcə yazır. İbarətun naşirul qavanin əs-Sultaniyyə Aşiril Xavaqin el-Usmaniyyə hiyə ləqəbun rəsmiyyün yutlaq alə Sultan Süleyman Qanuni. Pəs rəqəb rəsmi çağ olar. Çağ Sultan Süleyman Qanuni. Sultan Süleyman Qanuni. سليمان أول. إليك تفصيل هذا الألقاب ومكانتها التاريخية. آشر خواقان العثمانية يقصد بها العاشر من سلاطين آل عثمان توالي السلطان سليمان الحكم في عام من 520 ميلادي وكان ترتيبه العاشر في سلسلة التي بدأت بعثمان غازي للرقم 10
رمزية خاصة في التراث العثماني حيث كانوا يتفاعلون به ويعتبرونه صاحب القرن الذي يجد قوة الدولة. ناشر قوانین سلطانیه. اشتهر في الشرق بلقب قانونی. deyir ki, şərqdə buna qanuni deyərlər. Leysa li'annehu vəzə qavaninen diniyyə cədidə. Deyir, qanuni cidi qoymadığı üçün, din əsaslı qanunlar yazdığı üçün bu adı qoymayıblar. Yox. Bəl li'annehu qamə bi tənzimil qavanil mədəniyyə vəl əskəriyyə vəl idariyyə. Bəlkə deyir, çalışıbdır ki, qavanini mədəni tənzim eləyə, ictimai, toplumsal qanunlar, əskəri qanunlar, ordu qanunları və idari qanunlar. Əl-Qanunnamə, kitabın adı Qanunnaməsi var. Bima la yetəaruzu mə'əş-şəriyyətil İslamiyyə ki, şəriət İslami ilə də zidd düşməyələr. Cəmə hazəl qəvanin və dəvvənəha litətbiqə biədalətin fi kafəti irca'il imparatoriyyə mimma sahum fi istiqrar dövləti li quruni təvilə. Əs-siyaq-ı tarixi təzharu hazihil. İndi buradan bu yüzə gərək yazaq ki, lütfən bizə türkcə yaz yenə. 926-da ta 975-ə deyək ki, hangi tarixdə bu qanunları yazmış ki, bilsin biz də türkcə yazırıq. Sultan Süleyman Qanuninin bu qanunları, qanunnaməni bəlli bir gündə deyil, bəlkə də hakimiyyətinin ilk illərindən etibarən, yəni 900, burada da yazaq, bu şeyi bəlli olsun, 926 Hicridən başlayaraq tədrici şəkildə yazılmış və tədvin olunmuşdur. Bu qanunların ən mühüm məcmuəsi və əsas forması təxminən 952 Hicridə məşhur Şeyxülislam Əbüs-Suud Əfəndi və baş nişancı Cəlalzadə Mustafa Çələbinin əməyi ilə son şəklini almışdır. Pəs 952-də 2 nəfərin köməkliyi ilə 952 Hicridə bu qanunlar Şeyxülislam Əbüs-Suud. Tamam, buradan bizə sorularımıza burada cavab verər. Qanunnamə Ali Osman bu əsərdə bu əsərdə sələfi olan, yəni keçmişdə olan Sultan Məhəmməd Fatihin qanunları gözdən keçirilib, yəni zərurətlərə uyğunlaşdırılmışdır. Tamam, bunlardan geçək, çünki bizim əsli kitabı oxumaq gərəkir. Pəs, kabir ən kabir, kabir həmin kəbirin sözüdür, biləsiniz, kabir ən kabir, böyüklərin böyüyəyi, naşir-i qəvanin-i sultaniyyə, aşir-i xəvaqin-i Osmaniyyə, kasir-il əkasirə və qahir-il qurum, əs-sultan-il ərəbi vəl-əcəm və rum, hamiyə həmyil hərəmeyn əl-muhtərəmeyn vəl-məqameyn el-muəzzəmeyn əl-müfəxximin əs-sultan ibn Sultan Süleyman xan ibn Sultan Səlim xan. Süleymanın oğlu Səlim xan zamanında yazılıb bu kitab, belə görünür. Bir də oxusaq bura nə? Üzr istəyirəm. Sultan Süleyman xan ibn Sultan Səlim xan. Səlim xanın oğlu Sultan Süleyman. Tamam, həmandır ki, biz onu oxuduq. Burada o görünür. Tarixlərini də yazdıq. Bu da bizə bir köməklik elədi. Devam edək, görək nə yazır. La zalət silsilətü səltənətə müsəlsələtən ilə yevmi yub'əsunə və la bərəhətən əhkamın mə'dələtəhu cariyətən fil əqtar rüb'il məskun. Dünyaya o zaman rüb-i məskun deyirdilər. Haralar hesab olurdu? Asiya, bugün Asiya, Avropa, Afrika hamısı bir torpaq idi dostlar. İndi onlara qarrə deyirlər.
Bu doğru deyil. Çünki Asiya, Avropa, Afrika hamısı yapışıqdır bir-birinə. Bunları belə nəzərə gəlir ki, xəndək qazmaqlarla bunları bir-birindən ayırıblar. Boğaz düzəldiblər. O boğazlar, məsələn, İstanbulda bir boğaz var. O boğazla, məsələn, deyirlər ki, Asiyadan ayrılır Avropa, məsələn. Beləsi deyirlər. Ya Afrika cəbəli tarixdən, nə bilim, o şeydən deyirlər, Afrika ayrılıbdır. Nədir? Qızıl dəniz. Qızıl dənizdən Dəryayı Sorx. Qızıl dənizdə deyirlər ki, orada yap belə çox bir az bir dar yer var. Yəməndən sonra keçir bugünkü Lübnandır, Filistindir, bunların arasından keçir. Orada o türklər onların hamısı Rüb Məskun deyirdilər və türklər onların hamısı Rüb Məskun deyirdilər və Amerikanı və ehtimalən şeyi bilirdilər. Avstraliyanı bildikləri üçün Avustraliyaya mütməyin deyiləm, ona görə deyirəm ehtimalən. Amerikanı bilirdilər, ona görə Amerikaya qeyri-məskun deyirdilər. Bəlkə də Oqyanusiya ki, bu günləri Avustraliya deyilir, orada qeyri-məskun deyilmişlər, amma hər halda baxaq görək ki, dahi nə deyir. Əxtar-ı Lüb Məskun Həzrətləri Tövfiq Rəbbani ilə vilayət bu dini bu din bir şəhridir. Bu dini fəth və təsxir buyurub kafir ruayaya və âme bəraya üzərlərinə əhkam-ı mədələt zahirələri icra olunmağa təsəddi olunduqda əmr-i cəlilül miqdar və fərman-ı cəlilül asarləri bu vəsilə olmuşdur ki, umumən, pəs burada haranı alıbdır? Bu din vilayətin alandan sonra bir iddə işlər başlayıb görələr. Biz yazaq ki, burada yazaq, Sultan Süleyman hançı tarixdə bu din fəth etdi. Sultan Süleyman Qanuni bu din, Budapest, indi Budapeşt deyirlər ingilisdə, şəhrini bir dəfə deyil, 2 dəfə fəth etmişdir. Lakin onun daimi olaraq Osmanlı torpaqlarına qatılma tarixi böyük əhəmiyyətə malikdir. İlk fəth 1526 miladi. Məşhur Mohat müharibəsindən sonra Sultan Səlim, yazın burada tarixləri, miladi yazma. Bu qədər görsün. Yenə yadından çıxardıbdır bunu. Tamam. Baş üstə. Bundan sonra tarixləri sirfən hicri qəməri təqviminə əsasən yazaram. Sultan Süleyman Qanunun Budapeşt şəhrini fəth etmə tarixləri belədir. İlk fəth Muhat müharibəsindən sonra. Sultan Süleyman Zihəccənin 3-də 932-ci ildə, hicri ilində Budin şəhrinə daxil oldu. Lakin bu səfərdə şəhri daimi bir iyalət kimi zəbt olunmadı. Şəhər daimi bir iyalət kimi zəbt olunmadı. İkinci, fəthi qəti və daimi ilhaq. Budin şəhrinin qəti olaraq Osmanlı toprağına qatılması və orada Budin bəylərbəyliginin qurulması 7 Cəmaidül Əvvəli 948 hicri ilində baş verdi. Bu tarixdən etibarən Budin təxminən 150 il boyu Osmanlı dövlətinin Avropadakı ən önəmli qələlərindən biri olaraq qaldı. 150 il qalıb Osmanlı əlində, sonra hətmən çıxıbdır da belə yazmaqla o görünür. Deyir ki, Fərman-ı Cəlilül Asarları bu vəsilə olmuşdur ki, nə vəsilə? Umumən vilayət-i mərqumənin əhli yerli yerlərində olub.
əllərində olan əmval-i mənqulələri və qəsəbat-ı quradə olan evləri və bağları və bağçalarının imarətləri kendilərinin mülkləri olub, hər necə dilərlərsə təsərrüf edələr. Pəs əvvəldə əmr veribdir ki, hər kəsin, çox cəlibdir bu, əhali yerli yerində, hər kəs öz torpağında, oradakı yaşır orada olub. Yəni iki yerdə yox. Məsələn, biri şəhərdə ola, gedə kətdə mülk ola, o cürsə elə bir, mənə elə gəlir, amma bilmirəm. Yerli yerində olub, əllərində olan əmval-i mənqul. Mənqul yəni daşına biləcək. Qızıldır, gümüşdür, nə bilim, hər nə ki daşına biləcəkdir. Mallar, heyvanlar filan, bunlar ki daşına bilir. Mənqulləri və qəsəbat və quradə olan kətlərdə, kiçik şəhərdə, qəsəbət kiçik şəhərədir, kətdəki kiçik kətdir da. Onları, olanları və bağları, quradə olan evləri, əgər kətdə, qəsəbədə bir evi vardır və bağları və bağçanın içində bir imarət olsa, bir tikinti olsa, onlar kendilərinin mülkləri olub, hər necə dilərlərsə təsərrüf edə bilər. Bey və hibə və sairə vücuh ilə təmlikanə qadir olarlar. Eləyə bilərlər ki, onu satsınlar, ya otursunlar, ya bağışlasınlar hətta. Olarlar. Bağlarının və bağçalarının hüquqi əda edələr. Hüquqini, bağçaların və bağlarının hüquqini əda edələr. Cəlibdir. Mən bunu indi birinci dəfə ömrümdə eşidirəm ki, bağın da, bağçanın da adam üzərində bir hüququ var. Bu nə deməkdir? Bu, yəni bizim üzümüzdə onların haqqı nədir? O bağçanın haqqı nədir? O zaman bu cür bir şey yaradıblar. Diqqət buyurursunuz. Əda edələr. Əsla kimsənə dəxl-ü təərrüz eyləməyələr. Vüzəra və ziraət və hirasət etdikləri beləsi olacaqdır. 2 dəfə yazılıb nəzəriməcə. Etdikləri tarla olur zəmi. Tarlaları dəxi əllərində müqərrər ola. Zəmiləri də əllərində qalsın. Əgər orada üstündə istəyirlər, ziraət və hirasət etdikləri öz əllərində olsun. Dəxi əllərində müqərrər ola. Lakin zikr olunan əsnaf kimi malları malə olduğu mülk. Lakin zikr olunan əsnaf kimi malları mülk olduğu gibi, indi burada bir iş görübdür. Əcəba o birisi səhifələrdə bu işi görüb ya yox. Kitabın hər vərağın 2-ci səhifəsində 1-2 bunun ən son kəlməni o birisini təkrar edib. O birisi səhifəyə baxsaq görək ki, orada da bu cürdür. Birisi yerinə, bəli. Aynı təkrar edib. 3-cü səhifədə də baxaq, vəraqda da baxaq, görək ki, açırdı. Yer-mülk əmr. Bəli, əmr olunub. Dəqiqən bu işi hər yerdə görübdür. Yəni, bir dana səhifə əgər qopsa, bir vəraq əgər qopsa, ya bir neçə vəraq, onları nə cür taparıq? Buradan ki, son kəlmə ki, bu vərəqdə yazıbdır, o birisi vərəqdə gərək təkrar olsun. Əgər təkrar olmasa, vərəqlər ortada cırılıbdır. Olduğu kimi tarlaları, mülkləri olmayıb. Bəlkə sairi məmaliki məhrusədə ərzi miri və mükəllə məruf olan, ehtimalən bunlar bir istilahlardırlar ki, mən bilmirəm nə deməkdir. Məmaliki deyir ki, bunlardan ayrı tarlaları, mülkləri olmayıb. Onlar ki, ehtimalən dedi, indi bura qeysaq bir də çünki bilmədim nə oldu. Lakin zikr olunan əsnaf cibin malları mülk olduğu kimi
Deyir ki, onlar ki, malları dedik, onların mülküdür. Bunlardan sonra tarlaları, mülkləri olmayıb. Əgər bir, məsələn, bir bağçanın, bir bağın üstündə onun haqqını verməyiblərsə, o, onların mülkü olmur. Tarlaları, mülkləri olmayıb, bəlkə sairi məmaliki məhrusədə ərz-i niri deyə bir istilah və mükəllə məruf olan ərazi məmləkət qəbilindən olub, rəqəbi ərzi beytülmal müslimin üçün əlqonulub ariyyət təriqi ilə rüayanın təsərrüflərində olub, ənva-i cubidən və sairi mərzu aidətdə və duatidə hər nələrlərsə əküb biçüb əşr önə olan, əşr adinə olan xəraci məqasiməsin və sair hüquqi əda edib necə dilərlərsə, o da dilərlərmiş, hər indi bunu bir də hububidən olacaqdır da. Qeysaq dalıya o yerlər beytülmal-i müslimin üçün qoyunulub olacaqdır. Qoyunulub ariyyət təriqi ilə, ariyyət yəni əmanət təriqi ilə rüayanın təsərrüflərində olub, ənva-i hububidən və sairi məzruatidən və sairi məzruatidə hər nə dilərlərsə əküb biçüb əşr olan ya üşr adinə olan xərac müqasiməsin və müqasimə qismət eləmək, onda birin bölməklər. Əşr onda bir. Bizim də kətlərdə raicdir, xanlara onda bir mal verərdilər. Əşr adinə olan xərac müqasiməsin və sair hüquq əda edib necə dilərlərsə, burada bir kəlmə buradan çıxıbdır, beləsi nöqtə aparıblar, bilmirəm ki, harada yazacaqlar, onu görmürəm. İstiqlal edələr, madami ki, ərazi tətil etməyib, kəma yənbəği ziraət və hirasət və təmir edib, biqusur həqqün, hüququn əda edələr, kimsənə dəxl-ü təərrüz eyləməyə, fot oluncaya dəkin, necə dilərlərsə təsərrüf edələr, fot olduqdan da, əgər ölünə qədər, öləndə nə olur? Fot olduqlarında oğulları kəndülər məqamlərinə qaim olub, oğulları onun yerinə keçər. Təfsili məzkur üzərə təsərrüf edələr. Oğulları qalməz isə sairi məmalik məhrusə kimi əraziləri üslubi sabiq üzərinə xaricdən təmirə qadir kimsənələrə ücrət müəccələ alınıb tabuya verilə. Tabu qəbalə. Qəbalə yazılır, o yerləri qəbalə ilə görün nə qədər diqqət imiş. Tabuya verilə. Anlər dəxi təfsili sabiq üzərə təsərrüf edələr və bağlarının və bağçalarının yerləri bu qəbilidən olub, bağ və bağçaları xərabə olduqda yerləri saili tarlaları kimi təsərrüflərində olan imarətləri kimi mülkləri olmaq təvəhhüm olunmaya. Vallahu ələmi bis-səvab. Bu birinci qanun buymuş. Elə əvvəlinci qanun ki keçirdikdir, Sultan Süleyman belə bir qanunmuş. Məsələ, indi burada küllü məsələ budur. Ki dedik qanun-i sultani deyə şeyin adıdır, qanunun adıdır. Tədricən başlayıbdır. Zahirən də elə min dedi ki 952-ci ildə 26-da başlayıbdır. Görək ki, bu 26-da o şəhrə bu dini almışdı. Əgər yazsa bu dini harada dedik? Bu din
Gələ də burada. Bu din 32-də alıbdı. Amma 26-da deyir ki, bu şəhəri alanda ehtimalən birinci dəfəsi yox. Deyir ki, 48-də ikinci dəfə alıbdı. Birincisi buradadır. Amma orada calibdir. Deyir ki, 26-da bu dini alanda belə bir dəstur veribdi. Burada deyir ki, bu dini əvvəlinci dəfə 32-də alıbdı. Bu nə cür oldu? Elə bir iki dənə şəhrin arasında iştibah çıxdı. Yəni 900. Aha, bu tarixdən şey olubdu. Şahlığa çıxıbdı. O bu din deyil. Mən iştibah salmışdı, onu şey eləyim, düzəldim. 52-də bu təşrih olubdu, amma bu din şəhrin 926-da alıbdı. Tamam, o şeydən çıxdıq. Məsələ. İndi bir nəfər bir sual soruşur, ya da ki, idari insanları bir sual soruşur. Yəni, Osmanlı sarayına bağlı insanlar deyirlər, elə olmadı, belə oldu. Nə olar məsələn? Ona görə suallar çıxır ortaya. Məsələtun. Behesab-ı şər-i şərif ərazi xəraciyyə, onlar xərac verirlər. Da dedi, üstə dedi ki, nə mənədir? İslam torpaqların bəlkə sair məmalik-i məhrusədə ərazi miri və məxali olan ərazi məmləkət qəbilindən olub rəqəbi-i ərz-i beytulmal müslimin üçün. Burada bir kəlmə işlətmişdim, indi onu itirdim. Əl qoyunulub ariyyət tərəqqilər o ayanın təsərrüflərində olub ənvai hububidən və yox, biraz qabaqdır. Aha, xərac. Xərac deyə burada kəlmə qoyub. Bəli. Dilələr əküb biçüb üşri adına olan xərac müqasiməsin xərac sözüdür. Burada da indi onu deyir ki, bəhsə-i şər-i şərif din üzərinə. Yəni deyir ki, mollalar qoyduğu şər deyil. Yəni o deyil, şey deyil, yəni din deyil. Şər-i şərif deyəndə mollalar bir qaidələr yazıblar. İndi bunu məsələn bu yer haqqında Quranda bir şey olsa, o bizə olar şər. O olmasa bir çoxu Həzrəti Peyğəmbərin sünnəti adına bizim boynumuza basıblar mollalar. Bəhsə-i şər-i şərif ərazi xəraciyyə və ərz-i üşriyyə nədir? Bu iki dana istilah deyir, nədir? Ərazi xəraciyyə, xərac və ərazi üşriyyə nədir? Təfsilən bəyan buyurulub məsab olunə. Bir nəfər soruşur ki, bu iki dana istilah nədir? Bunları bizə açıqlayın. Əl-cavab, imam bir məmləkəti fəth edib, ərazisini qayiminə qismət eyləyə, qənimətə ehtimalən. Qayiminə, yəni qənimət halətində mən fikirləm, qayiminə qismət eyləyə, yaxud qəbləl fəth əhl ümumən İslamə gəlib, imam ərazisini əllərində ibqa eyləsə. Ol ərazi üşriyyədir. Əgər, pəs bu calib bir mənisini dedi ki, üşri nədir? Onda bir, yəni, deyir ki, əgər rəhbəri bir müsəlmanların lideri, öncülü bir torpağı fəth eləsə, onun ərazisin ya bölsə qaiminə, yaxud bunların adamları oranı fəth olmamışdan öncə orada müsəlman olalar. Deyir ki, onda onların torpaqları əllərində qalar, öz əllərində qalar. Amma ol ərazi üşriyə olar, onlar onda bir verərlər. Ya fəth olar, ya da əllərində müsəlman olarlar. Zira Müslüm üzərinə vəz olunan vəzifə ibadət məquləsindən olmaq lazımdır. Xərac müənnət lazımi təhsənədir. Xərac müənnət lazımi
təhsinədir. İbtida Müslüm üzərinə xərac vəz olunmaq mümkün dəcildir. Müsəlmanların üstünə deyir ki, əvvəldə elə gəlib xərac qoymaq olmaz. Həman üç vəz olunur, onda bir vəz olunur. Əgər imam ol məmləkəti fəth edib əhalisinə qırmayıb və əsir etməyib, bəlkə yenə yerlərində müqərrər qılıb və əllərində olan yerlərin kəndlilərə sairi təvarləri, davar həman, sairi təvarləri, mülkləri gibi təməllik edib kəndlilərə cizyə vəz edib yədlərinə vəzifə təyin edərsə, ol vəzifə əlbəttə xəracdır. Tamam, bir vəzifə deyir ki, gəldi, müsəlman olmadılar, orada getdi, fəth elədi o yeri. Onda nə olur? Deyir ki, bunları da hər kəsin öz yerində qalsa, onlardan müsəlman olmadıqları üçün cizyə alınır. İndi iki dənə oldu. Biri müsəlman olurlar, amma fəth olmayıblar. Müsəlmanlar gedirlər oranı azad edirlər. Azad eləndə onlara deyir, onlar üşrü verərlər. Amma əgər müsəlman olmasalar fəthidən qabaq və müsəlmanlar oranı azad eləsələr, ondan sonra bunlar cizyə verərlər. Çünki müsəlman cizyə verməz. Bunu istədir. Cizyə də cəzadan gəlir. Bir növ mücazat kimi elə bir. Amma məncə maliyyatdır. Yəni, bir maliyyat onda bir bunlardan alır, amma nə qədərdiyini görək, onu deyəcək, yox. Vəzifə təyin edərsə, ol vəzifə əlbəttə xəracdır. Üşr alınmaq ehtimali yoxdur. Zira üşrüdə ibadət mənası vardır. Deyir, 10 alanda deyir, orada ibadətə bunlara vəxt verirlər. Siz ibadət edin. Kafir ana əhl dəcildir. Kafir ona o şeyə girməz. Bu bərnaməyə üşrə girməz, çünki orada ibadət eləmir ki. Əlbəttə xərac vəz olunur. O dəxi iki növdür. Xəracın özü iki növdür. Biri xərac müvəzzəfdir, bəldeyi bir miqdar akçə alınır. Və biri xərac müqasimədir ki, hasillər olan qəllənin əşri midir, səmni midir, ərazinin təhəmmülünə görə təyin nisvənə dəkin təyin olur. Bu çox cahil bir söz dedi. Deyir ki, xərac nədir? Xərac deyir ki, budur. Baxarlar yerin suyuna, var, yağışı var ya yoxdur. Onun üzüylə ya az alsalar 10, ondan az alsalar 9, 8, 7, 6, 5'ə can deyir ala bilir. Yəni yarıya can ala bilərlər. O yerin veriminə bağlıdır. Nisfinə dəkin təyin olur. Olunmaq məşruudur. Yarısına can deyir almaq olar. Ərz gayet iyi olacaq. Bu iki növ ərzidə zikr olunduğu ikisi də sahiblərinin mülkləridir. Bu diyar bərəkət şiarın âme-i ərazisi yönlərin cibi dəcildir. Bunların cibi dəcildir. Yəni o şeyi göstərir. Bu din. Bu diyarı pürbərəkət şiarın âme-i ərazisi bunların cibi dəcildir. Nə üşriyə və verənə cəraciyədir. Üşriyə verənə cəraciyədir. Bəlkə məmləkətidir ki, rəqəbəsi beytülmalındır. Təsərrüfi ruayaya icarə təriqi ilə tabuya verilmişdir. Təsərrüf edib xərac müvəzzəfin və xərac çox təxəssüsü bir şeydir, bəhsidir. Oxuyayım buranın bu səhvəni qutaraq gedək bir ayrı deyək. Xərac müvəzzəfin və xərac müqasiməsin sipahiyə verərlər. Bey və təmlikə qadir olmazlar. Deyir, o yerlər beləsi olurdu da, bunu da mən öz təcrübəmdən və bildiklərimdən deyirəm. Məsələn, şah deyirdi ki, Həsən, sən get filan məntəqəni verdim sənə.
Məsələn, Qəradağ'ı verdim sənə. Adam gedirdi o Qəradağın tamam o torpaqları bunun hesabı olurdu. Onlardan o əşri alırdı, o onda biri alırdı. Bəzən də hər halda alırdı o onda biri və o onun torpağı olurdu. Onlar onu sata bilməzdilər özcüyə. Onun torpağıdır. Onlar orada otururdular. Amma bu müsəlmanlarda olmurdu. Bu o birislərdə olurdu. Ariyə deyir verirlər. Ehtimalən rüaya sözü bu ariyədən gəlir. Şeydən gəlmir. Yəni o qoyunluqdan gəlmir. Ariyə sözü də, rüaya sözü də ariyə sözündən ehtimalən gəlir. Ehtimal verirəm. Bunu yazaq ki, ariyə sözü ilə rüaya sözünün hançı ilgiləri var. Görək ki, bu haqda bir məlumat bizə verir. Buyurun, ariyə və rüaya sözləri arasındakı dilçilik və məna bağlantılarının izahı. Etimoloji, kök tanıma. Hər iki sözün kökü ərəb dilindən gəlir, lakin kökləri bir-birindən fərqlidir. Ariyə kökü əvər, ur, əvar maddəsindən götürülür. Mənası bir şeyin kökdən yox, müvəqqəti olaraq birindən alınması və sonra qaytarılmasıdır. Ariyə beləsidir. Pəs bir şeyin kökdən yox, müvəqqəti olaraq birindən alınması və sonra qaytarılmasıdır. Buna dedik ki, əmanətdə, biz onu əmanət dedik. Rüaya sözü rəəyə, rəa maddəsindən gəlir. Mənası güdmək, otarmaq və mühafizə etməkdir. Belə yazdı, amma mən də bir söz də attım oraya. Bu onu dedi, mən də bir söz də attım oraya. Məncə gəldi ki, insanlar yerin üstündə rəiyyət olurlar, yəni əmanətçi olurlar. Məncə bu doğru gəlir. Çobanlıq doğru gəlmir. Hətta çobanlıq deləsə də ondan gəlir. Yəni, ariyə sözündən gəlir. Məncə. Yəni, bu məna mənə buranı oxuyanda buradan bu məna çıxdı mənə. Rəiyyət əmanətçi deməkdir. Otarıcı da desən, yəni torpağın sahibi deyil də, fəqət göyü otarır. Yer sahibi deyil, cində hamandır. Dedi ki, təsərrüf-i rüayaya icarə təriqi ilə tapuya verilmişdir. Təsərrüf edib xərac-ı müvəzzəfin və xərac-ı müqasiməsin sipahiyə verərlər. Bey və təmlikə qadir olmazlar. Fot olub oğulları qalırsa, kəndilər təsərrüf edərlər. Və illa sipahi axər tabuya verər. Bir ayrı tabuya verər. Tabu burada ehtimalən icarə kimi bir şeydir. Düzdür, indi qəbalə ünvanında işlənir, amma yazı ilə birindən alır, birinə verir məsələn. Verir. Bu məqulə bir yerlər padişah İslam tərəfindən təmlik olmayınca kimsəyə mülk olmaz. Yenə təzəşdən bir ayrı sual soruşurlar və davam edir. Kitab hər 10 səhifədən bir paragraf oxuyaq. Yəni bir dənə fətvanın birazını oxuyaq. Çünki məsələn indi burada istədim deyəm o cürdür. PDF-in 11-ci səhifəsində baxanda görürük ki, burada bir məsələ yazıbdır. Onun bu tayında görək nələr vardı. Bir kitabın da əksi burada. Bilmirəm niyə burada mətləb tərsə yazılıbdır. Əcəba bu əks salanda beləsi deyilmiş. Bu İndi anladım. Əvvəldə dedik ki, uşağın dövrəsi kəsilibdir. Onu burada islah eləyək ki, kəsilibdir, doğrudur. Bu kağızların üstündə yazırmışlar, sonra bu kağızları bir-birinin dibinə qoymuşlar və başın bunları düzəməlli kəsirmişlər. Bu kağızı əyri qoyublar. Bu bunu göstərir ki, əvvəl
kitab kimi eləmirlər kitabı üstündə yazılar. Bu kağız əvvəl yazılır kağıza, sonra kağızlar qoyulur, kəsilir ki, burada da əyri kəsilir, əyri qoyulub və əyri kəsilibdir. Bunu da burada gördüm. Birinci dəfə bu kitabda onu anladım ki, belə bir şey ittifaq üz veribdir. Səfvarın biri axirə verilsə, bə'dəl buluğ 10 sənəyə dək alıb müştərək urman təsərrüf edənlərdən biri baltəsiyle acıb tərla etdikdən şəriki olan tərlada müştərək olur sahibə ərz iznisiz tərla təfvizini mötəbər olmaz. Bir qad sənə əşr və rəsmin dəxi alsa izn olmaz. Sərihən izn lazımdır. Tərla təfvizində timarədə şərik olanlardan birinin izni kifayət edər. Ərazi təsərrüf edənlər sahibə ərz iznsiz fariq olduqda sahibə ərz istərsə izin verər, istərsə yenə əski mütəsərrifə rədd etdirir. Yenə ehtimalən bir tərla qürbündə dəcirmən ihdas edən sahibi ərz mütəsərrif olanın izni olmadın ol tərla üzərində xərqi hafr edəməz. Tərla təsərrüf edənlər zər'ilərin qaldır və qaldırdıqdan sonra axərin heyvanların rəyi üçün bir miqdar akçələrin alsələr sahibə ərz məzburiləri rəidən, burada rəiyyət sözündəndir, rəidən mənə qadirdir, qadir dəcildir. Devam edir. Çox kitab təxəssüsü kitabdır, amma oxumaq olur. Gedək 20-ci səhifəsindən görək ki, bir şey oxuya bilirik ya yox. Xət deyişdi yenə burada və bir xət, bir dənə məsələ. Məsələtün biladilər fot olan. Ehtimalən bila vələd olacaqdır. Bila vələd fot olan. Bila vələd yəni uşağı, oğlan uşağı olmayan bir adam ölsə. Bila vələd fot olan zirək müstəhəqqi tapu olan Zeydün o da olacaqdır. Bila vələd fot olan Zeydün müstəhəq tapu olan tarlələrin ol məhəldə sakinlə boyan qız qərəndaşı sakinə la boyun qız qərəndaşı hän tapu ilə almağa talibə ikən Zeydün zövcəsi Zeynəb və bətni salisdə usubət varisi əmr Huberi nəmənə Hindi xanım adıdır da, o Hindi ki orada da dedi, o da məsələn bir dənə qızın adı Hindidir. Hind mənə və ola tarlaları almağa qadir olurlar. Belə bir şey olurlar. Əl-cavab olmazlar. Kəsə Əl-Əsru Muhammed Bəhai. Bunu yazan Muhammed Əl-Bəhaidir. Əl-Fəqirdir bu da əlbəttə. Əl-Əsr deyil. Nöqtəsiz olduğu üçün gəlib bunu fəqir oxuyaq. Olmazlar. Burada bir kəsə, yəni ehtimalən hökmü verən belə bir şeyin xülasəsidir. Əl-Fəqir Muhammed Bəhai. Muhammed Bəhai belə bir fətva veribdir ki, yox, qızına satmaq olmaz məsələn. Məsələ. Şimdi
Bila vəlad fot olan Zeydün müstəhəq tapu olan tərlalerini ol məhəldə sakinə olan sakinə lab qız qərandaşı Hind sahib ərzidən tapu ilə almaq murad etdikdə Zeydün validəsi Zeynəb benim üçün həqqi dəxi haqqı tapu olmaqla ol tərlalerin sülsü miqdarını ben tapu ilə alırım deməyə qadir olurmu? Əl-cavab olmaz lab. Olmaz lab. Lab nə deməkdir bilmirəm. Olmazlar desə yaxşıdır, amma olmaz lab. Qız qərəndaş var ikən ana üçün haqq tapu yoxdur. Calibdir. Burada da yine Məhəmməd Dəhai deyib ki, qız olsa anaya bir şey yetişmez. Calibdir. Gedək, görək bir 40-cı səhifəyə yetişək. Görək ki, 40-cı səhifədə nələr var. Çox calib kitabdır. Təxəssüsi bir qonuda türk dili ilə qanunlar və neçə il bundan öncə bunu da yazaq. Kitabın ömründə bir yazaq da. Yəni, deyək ki, bu kitab dedi hangi tarixdə yazılıbdır? 1084-də bu yazılıbdır. Amma bu Sultan Süleyman zamanında yazıldığı üçün biz bunu deyəcəyik ki, 900 məsələn 30-da yazılıbdır. 40-da yazılıbdır. Dedi ki, burada 952-də tamam olubdur. 952-də bunlar yazılsa, belə hesablayaq. Deyək ki, bu 952, bundan çıxacaq 1447 deyək. 495 il öncə bu kitab yazılıbdır. Yəni, bu kitabın yazılma tarixi əsl yazı. Burada bir dənə də əsl kəlməsi qoyaq. Əsl yazı tarixi 952 olsa, beləsi dedi, hicri, onda 495 il öncə yazılmış olar. Amma bu 1084-də yazılıb. Yəni, Sultan Süleyman rəhmətlikdən az qala 100 il sonra yazılıb bu kitab. Kitabın yazılma tarixi. Bu da hesablasaq, gələk deyərək, indi 1447 deyək, bundan çıxsaq 1084-ü 1084 eləsək, o 363 il öncə də 363 il öncə. Bu kitabın özü. Yəni, kitab şəklinə gəlməsi bu zaman, qanun şəklinə gəlməsi o zaman. Qanun o zaman yazılıb, sonra o qanunları, o sual cavabları götürüblər, gətiriblər bir toplayıbdır, 1084-də bir kitab eləyibdir. Bu kitabı da sonra bir nəfər 1204-də yazıbdır ki, bu biz onu oxuruq. Yəni, bu 1204-də yazılan kitabı oxuyuruq ki, o da 1084-ün üzündən baxaraq yazır. Yəni, bu əlimizdəki kitab ki, oxuyuruq, bu yazı, bu qələm o zaman yazılıbdır. Gəldik burada 40-cı səhifədə yazıb qanun. Əshab-ı münasib və sair əskəri taifəsi ərbabi timarun toprağında ziraət və hərasət eyləsələr, ol yerlərin üşrü və rəsmilərin verərlər. Və yekseri də həman serilər da və yeni seri. Və yekseri ki, oxuyuruq, yeni seridir, yekseri oxuyuruq. Yeni seri xali qədimdən rüayaləri olmayıb. Rəsm-u hasil dəftərdə bağlanmayan xali yerləri paltələri ilə balta ehtimalən paltələri ilə azdıqlarına salalar. Azdıqlarına
salarlar və rəsmi zəmin. Burada bir salariyə ehtimalən. Saldıqlarında salariyə və rəsmi zəmin ki, yer qulluğu və yer verməzlər. Həman üşr verərlər. Amma qədimi ruaya yerlərin təsərrüf edərlərsə, üşr və rəsmini ruaya kimi verərlər. Deyir, şimdi bir dana ordu adamı, əskərdir, getdi bir yeri aldılar, azad elədilər. O yerin dövlət dedi ki, burası sənindir, get otur burada, ərk biç, otur ye. Deyir ki, bu adam burada başlasa biri də işlər görsə, elə fərq eləməz. O da ondan birini verəcəkdir. Müsəlman olmaya orasına qanun, yenə bir ayrı qanun deyir. Rəsmi binanun və rəsmi mücərrədan və ismincə və rəsmu xan və rəsmi duxan və cifti rəsminin cəm'i zəmani Mart ayının, o zaman Mart ayının yazıb. Calibdir ki, Mart ki, indi deyirik İngiliscə, orada Mart ayının ibtidasıdır. Rəsmi binanın və rəsmi mücərrədan və əslincə və rəsmi duxan cüftü rəsminin cəm'i zamanı Mart ayının ibtidasıdır. Mart ayının əvvəlində gətirəcəklər, bunları verəcəklər ehtimalən. O zaman mötəbərdir. O gün geymək təhvilinə düşərsə, kimin təhvilinə düşərsə, Mart məhsuli cümlənin olur. Cümlə iş bu qəvanindir. Zamanı Həmzə Paşa və Tofiqi Cəlalzadə Lətifi Katib Cəfər Çələbi Paşa. Ha, burada götürdü, yazdı. İndi oradakı oxuduq kitabı kim yazıbdı, neyniyibdi? Onların hamısını burada gətirdi. Dedi ki, iş bu qəvanin, bu qanunlar در زمان حمزه پاشا و توفیق جلالزاده لطیفی Katib Cəfər Çələbi Paşa Aləmpənah Sərayından ixrac olunmuş nüsxədir. İstinsaq və təhrir və inzimam olunmuşdur. Diqqət buyurdunuz, burada gəldi bu kitabın bir şeyləri kamil açdı ki, biz də burada bir şeylər yazmışdıq, amma nədənsə bunlar mənə tanış gəlirdi. Burada dedik ki, bu qanunlar Şeyxülislam Əfəndi və baş nişançı Cəlalzadə Müstəfa Çələbi olmuş, təkmil olmuş. Təkmili də çəkmil yazmışıq. Bunu düzəldək. Tamam. Burada o iş cümlə. İş bu qəvanin, bu qanunlar der zamanı Həmzə Paşa, Həmzə Paşanın zamanında və Tofiqi Cəlalzadə Lətifi Katib Cəfər Çələbi Paşa, Padişah Aləmpənah ehtimalən sarayından, burada padişahlığı düşübdür, Paşa yazıbdır. Padişah Aləmpənah sarayından ixrac olunmuş nüsxədir. İstinsaq və təhrir və inzimam olunmuşdur. Gedir, yəni o zaman diqqət verir. O zaman bu qanunu deyir ki, onun üzündən yazır. Qanunu oradan saraydan götürüblər, onun üstündən yazıblar, gətiriblər bura. Bu da cəlib idi ki, burada o şeylər ki, bizə burada demişdi, onu gördük. Gedək 60-cı səhifədən də kitabın təqribən sonuna qalır, yetişirik. 60-cı səhifədən də biraz oxuyaq, görək nə deyir. Bu surətdə, indi bunun ehtimalən qabaqdan bir yerdə bir məsələtün. Zeyd sipahi timari toprağında məhlul olan çiftlik ərazisini tapu ilə vermək murad etdikdən əmr mücərrəd ol ərazidən bir miqdarın mən miridin aldım. Mən miridin aldım. Mir ehtimalən bir dənə məqam adıdır. Bir nəfər desə ki, bir miqdarın mən miridin aldım deyib, Zeydi ol əraziyi tapu ilə verməkdən mənə qadir olurmu?
Əlcavab olmaz. İndi deyir, bir nəfər dövlət tərəfindən getdi ki, mən bunu filan kəsdən almışam, qəbaləsi, onun torpaqlarını deyir, ala bilər əlindən, deyir, yox, ala bilməz, o torpaq sahibidir. Yenə də bu fətvanı kim veribdir? Kətəbəhu, onu ki, oxuya bilmirdik, deyirdik ki, nə mənədir, nə mənənin şeydir, o da Kətəbəhu Əl-Fəqir Məhəmməd Bəhayi. Hər kəs ki, bir fətva veribdir, fətva deyək, qanunda, qanun yazıbdır, fətvadır bu əslində. Bunu neyibdir? Altın imzalayıbdır. Kətəbəhul Fəqir Məhəmməd Bəhayi. Mən dediyim sözüm budur. Bu surətdə əmr ol ərazinin bir miqdarını mücərrəd miridən aldım diyu zəbt etmiş olsa, hala zeyl sipahi ol ərazini əmrdən alıb dilədikdə tapu ilə verməyə qadir olurmu? Əl-cavab olur. Kətəbəhul Fəqir Məhəmməd Bəhayi. Cində Məhəmməd Bəhayi buna fətva verdi ki, olar belə bir şey. Məsələtun, bir ayrı məsələ. Zeyd qazinin məhsulini əmrə iltizam ilə verib. Bir adam gəldi, bir qazinin, bir savaşçı ki vardı, onun mülkində otururdu, onun götürdü, verdi, bir nəfərə satdı. İltizam ilə, iltizamla, özü yəni ondan bir şey aldı ki, təəhhüd aldı. İltizam təəhhüd deməkdir. Verib, əmr dəxi varıb xas məzkuri zəbt və məhlul olan tərlaları bədəl mislindən nüqsan fahiş ilə təfviz eyləsə. Mala eyləsə, mala zeyd əmrün vəci mühərrər üzərə təfvizin tutmayıb, ol tərlaləri istədikünə təfvizə qadir olurmu? Olmaz. Kəsəbəhül Məhəmməd Bəhayi. Burada da Məhəmməd Bəhainin adı niyə geçmir? Bəs o bir belə də fətvaları veribdi. Nədən onun adı geçmir? Gedək kitabın son səhifəsini oxumuşduq əlbəttə ki, məncə də ehtiyacı yoxdur. Elə bir dəfə bunun axırda fəqət tarixini oxuyaq. Dedi ki, qanun və əmr-i Humayunə müxalif təəllül və inad etdirməyəsiz. Burada şeydir də, deyir ki, qanuna görə və şahın əmrinə xilaf eləməyin. Şöylə, beyləsiz əlaməti şərifmə etimad qiləsiz. Təhrirən fi əvaxiri Məhərrəmül Həram, Məhərrəmül Həramın axirində səniyyə 84 əlif 1094-cü ildə bir məqam-ı İstanbulda sümmə qanun sultani adlandı, qanun sultani adına əlayyədilə Abdüzzəif, zəif Abdin adına ki, günahkardır, Əl-Həqir, Əli ibn Məhəmməd Əl-Müsəmma Beqıza Əl-Urus. Bunu yazacaqdıq ki, bu kimdir? Gedək bunu yazaq görək ki, bu nə deyir? Bu kimdir? Bunun haqqında bizə bir ittila. Əli ibn Məhəmməd Əl-Müsəmma belə bir müsəmma mən görməmişdim. Bi qəzai arus nə deməkdir? İstifadə az ibarəti əl-müsəmma satınandır. Burada yazıb, amma o şeylə bi qəzai arus ya əl-müsəmma bi qavi a'ras در متنهای تاریخی و اسناد قدیمی bunu Türkçe yaz. Türkçe yazar mısın? Baş üstə bu ibarətin mənasını Türkçe Azərbaycan Türkçesi ilə belə izah etmək olar. Ərəs qəzasının qazisi kimi tanınan, adlanan Əli ibn Məhəmməd.
Pəs beləsi olacaqdır. Bu ərəs qəzası, bu adam ərəs, ərus yazıbdır ərəbcəsində. Ərus. Ərus qəzasının savaşının qazisi, savaşçısı kimi tanınan, adlanan Əli ibn Məhəmməd. Bu cümlənin tərkibatı və tarixi mənası bundan ibarətdir. Lüğəvi anlamda əl-müsəmma, yəni bunu mən yazım ki, əl yazmada əl-müsəmma gəlmiş. Yəni satla yox. Bəlkə satla yox. Sinlə yazacaqdım. Sinlə yox. Bəlkə satla yazılmış. Bunu gedək üstdən oxuyaq. Lüğəvi əl-müsəmma adlanmaq deməkdir. Bir qəza ərus, qəza qaza. Burada həm hökm etmək mənasındadır, həm də qədim idari bölgü, Şəhristan ya nahiyə mənasındadır. Ərəs isə o məntəqənin adı imiş. Bu ərəsi, ərusu gərək axtaraq. Qədim adlar və tarixi məna. Qədim Osmanlı və ya İslam hüquqi nizamında bir şəxsin qazi olaraq təyin olduğunu məntəqəyə qəza deyilirdi. Əli ibn Məhəmməd Ərəs adlı bölgənin qazisi imiş. Ərəs hardadır? Tarixi qaynaqlarda və coğrafiya kitablarında özəllə Şam və Hələb bölgəsində Ərəs ya da Əras adlı nahiyələrə rast gəlmək olar. Əgər siz bu ibarəti bir əlyazma məxdută nüsxəsində və ya bir icazənamədə görübsünüzsə, bu o deməkdir ki, Əli ibn Məhəmməd o məntəqənin rəsmi hüquqi və şəri hakimi idi. Qazi burada savaşçı anlamında deyil, bəlkə dadgah qazisidir. Nöştə, əgər bu ibarət bir möhrün içindədirsə, bu o şəxs rəsmi vəzifəsini və nüfuz idarəsini göstərir. İndi burada deyir ki, əgər mətndə dəqiqən əl-müsəmma ilə yazılıbsa, bu çox maraqlı və önəmli bir nüktədir. Çünki bu kəlmə əl-müsəmma ilə adlanan sözündən, kökdən fərqli ola bilir. Bu halda iki ehtimal var. Əl-müsəmma sümmə kökdən. Bu kəlmə səmmə ya təsmim kökündən gələ bilir. Mənası əzm etmiş, qərar vermiş ya da bir işə ciddiyyətlə bağlanan şəxs. Qəza ilə bağlantısı əgər belə olsa, cümlənin mənası Ərəs qəzasına, qazilığına əzm edən və ya o işə ciddiyyətlə təyin olunan Əli ibn Məhəmməd kimi çıxar. Köhnə əlyazmalarda sin və sad dəyişməsi, paoqrafi qədim yazılar baxımından bəzi katiblər sözün içində sözün fonetikasına, səslənməsinə görə sin yerinə sad yazardılar. Məsələn, sultan sözünün bəzi əlyazmalarda sultan kimi yazılıblar. Əl-müsəmma sözü də sad ilə yazılanda müəllifin ya da katibin özəl bir imla şivəsi ola bilir. Tamam, bu qədər bizə görə. Ərəs də dedi ki, sizin fikrinizcə bu şəxsin adının ardınca gələn Ərəs sözü qət'idir. Bəli, qət'idir. Çünki əgər Ərəs, bu da Ərəs yox, bəlkə ərusdur da, bu dəst olacaqdır. Ərus. Bəlkə ərus deyə qələmə alınmış. Əgər kəlmə dəqiqən ərus və ondan ol gələn söz əl-müsəmması ilə kimi yazılıbsa, bu nüsxə üstündə daha dəqiq dayanmalıyıq. Burada bir neçə önəmli ehtimal var. Coğrafiya nisbəsi, nəsəbə, əl-müsəmma və ərus ərəb dilində və köhnə coğrafiya kitablarında, məsələn, Möcəmül Buldan ərus adlı yer qeyd olunub.
Əruz, arus. Bu ad məmulən Şam, Şimali Afrika, Məğrib və ya Hicaz bölgələrində kiçik məntəqələrə, köylərə və ya su mənbələrinə verilən addır. Əl-müsəmma, əgər bu şəxsin nisbəsi li-axami olursa, mümkündür ki, o müsəmma tayfasına və ya, yox, belə deyil. Tamam. Buradan gedək, bu kitabı oxuduq, hər halda çox önəmli bir kitabdır. Sultan Səlim xan Salis ibn filan bunun tarixlərini yazıb Sultan Səlim xanın ki, bundan gedək ki, bir ayrı kitab açmışdıq, o nədir? Birinci kitabı oxuduq, çox da calibdir mənim üçün. Bu kitab əla bir türk dilinə qaynaqdır, hüququna. İkinci kitabı açırıq. Kitab yerləşsin səhifəyə keçirdik. Kitabın cildinin üzünü görmürük, içinə baxırıq. Kitab kamilən çürüyübdür. Kitabın qıraqları, kağızları çürüyüb də hətta 2 santimetrə qədər çürüyüb gedib içəriyə. Kitabın şirazə dediyimiz yer, o yer ki, tikilir bir-birinə kağızlar, orada çürüyən kimi olubdur və belə görünür ki, onu da bir dəfə tazaşdan yapışdırıblar cildə ki, qopbasın. Birinci səfər uşaq əlinə düşüb ya böyük əlinə düşübdür. Burada yazı yazmaq, əlifbanı öyrənmək istirmiş. Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Kitabın birinci səfəsini açanda yazısını görürük ki, bir dənə gözəl xəttinə, gözəl dediyimiz, yəni çox gözəl xətt deyim, yəni mənim üçün gözəl, çünki oxuya bilirəm, oxuya biləcəyim bir kitabdır. Haza kitabı Saətname-i Heybətullah. Kitabın adı. Ad kitabı. Kitabı Habbullah belə bir şey yazıblar burada. Ehtimalən Bismillahın adı ilə deyənədir. Beləsi orada burada görürəm ki, qırmızı bir rənglə bir şeylərə əlavə eləyiblər. Kitaba. Kiçik də yazıblar. Qərə yazıdan əlavə bir şeylər əlavə eləyiblər. Kitab çox calibdir. Bunun haqqında danışmaq lazım olacaq, amma əvvəl adını yazaq. Kitabı, haza kitabı Saətname-i Heybətullah. Saətname-i Heybətullah. Əvvəlində yazır ki, Həbullah. Həbullah, biz türkçədə Həbullah deyirik, Heybətullah demirik. Həsən heynən dəyib, bu da deyim ki, hübbüdən gəlmir. Hibədən ehtimalən bağışlayan, Allahın bağışı deyə adamın adı imiş, onun adına yazıbdır. Biz ondan altında Bismillahirrahmanirrahim yazıb və onun yazıb bir dənə saat sözü, qırmızı rəngindən çox kiçik əlavə eləyib burada saat. Bu da burada görürük. Kitabın bir çox yerə ağ qalıbdır. Nə də ki, bu işi görübdür, nə yaxşı bu işi görübdür. Çünki çürüyüblər o eşik qismətlər. Yazıya xəsarət gəlməyibdir. Kitaba çoxlu su gəlibdir. Çoxlu kifir bir şeylər bu kitaba əldə çərkəsafət kir yapışıb bu kitaba çoxlu çürüyübdür də. Hər kəlməni bəziyibdir. Yəni, Bismillahı bəziyib. Qırmızı virgül kimi bir şeylərlə altında, üstündə Bismillahı bəziyibdir. Bəzi kəlmələri də tamam hərflərin hər birisinə qərə rənginə səslərin qoyubdur. Yəni, standart eləyibdir, e'rab qoyubdur. Türkcə olsun, ərəbcə olsun, farsça olsun, hər nə dildə olursa olsun, hamısını qoyub. Bəzi kəlmənin başı üstə qırmızı xət çəkibdir. Məsələn, kitabın başının üstündə xət çəkibdir, Allah, Heybətullahın başının üstündə xət çəkibdir. Vaqi kimi, məsələn, burada niyə çəkibdir? Ad deyil, amma çəkib. Təfsir, burada üstünə, baxarıq görürük, sonra bunlar nədir? Bir çox kəlmənin başı üstə xət çəkibdir. Hər cümlənin başında ya da əvvəlində 3 dənə virgül qoyubdur. Yəni, hər sətrin ya başında, ya əvvəlində. Əcəba bu şeir haləti var ki, bunu qoyubdur ki, o birisi bəlli burada ayrılsın, davam etməsin, şeir haləti var, yoxsa şeydir, bunu sual olaraq burada qoyaq qalsın. O birisi səhifələrə də baxırıq. Bu kitab
1161-də deyir yazılıbdır. 116 səhifədə ki, PDF-də 58 səhifə görsənir. Bu kitabı əlbəttə ki, oxumalıyıq. Çox da gözəl getdikcə də o çirklər, kəsafətlər bir azalır və əlbəttə xətt də dəyişdi. Yəni məsələn burada gəlir, xətt biraz dəyişir. O qırmızılar da yox oldu. Yəni PDF-in 6-cı səhifəsinə gələndə yavaş-yavaş bu qırmızılar və o virgül kimi qoyduqları aradan gedir. Sadəcə qərə yazılar görürük, davam edir. Bəzi kəlmələrin başı üstə qərə xətt çəkibdir. Məsələn, İlla innə awliya Allahi la xawfun aleyhim və la hum yahzunun ayənin başı üstə bir qərə xətt çəkibdir ki, onu müşəxəs eləsin. Dedik, Quran ayələrinin üstündə belə ki, görürəm, buradan bizə qərə bir xətt çəkir. Cəlibdir ki, birinci dəfə bir türk yazıda görürəm ki, tənvindən istifadə edilir. Ərəbcədə 3 dənə səs var. Ən, ön, en. 2 dənə zəbər, 2 dənə zir, 2 dənə püş. Bir-birinin yanına gələndə ən səsi 2 dənə zəbər bir-birinin dibinə gələndə 2 dənə ə. Ona deyirlər ən. Nun yazılmır, amma deyilir. Əgər 2 dənə kəsrə gəlsə bir-birinin yanında ona en deyirlər, nun yazılmaz, amma oxunar. Əgər 2 dənə püş ya o gəlsə, o da ön oxunar, amma yazılmaz. Nunu yazılmaz. Birinci dəfə kitabda ki, görürəm, o tənvin dediyimiz nunlu səsləri də qoyur. Bu da çox maraqlıdır bu cəhətdən bu kitabda ayrılmaq. Ona görə də kitabda şuluq görsənir. Əlbəttə, şuluqları həm səslərə görə də, həm də sətirlər bir-birinə çox yaxındır. Bunu da görürük, çox cəlibdir. Bir dənə də qıraq yazı burada görürük ki, ehtimalən bu xəttinə, amma biraz şey yazıbdır, yəni həman adam ehtimalən yazıbdır və biraz fərqli yazıbdır. O kitabın üstündə bir ayrı əhslər salmışdıq ki, onları görək, amma onu eləmədik. Nədən isə gəldik bura. Kitabın yenə də xətti nəzərimə gəldi ki, bu səhifədə, yəni 31-ci PDF-in 31-ci səhifəsinə, 32-ci səhifəyə gedəndə xətt biraz dəyişdi məncə. Genə də dəyişdi. İndi burada 2 dənə xətti görürük. Yəni bunlar 2 dənə ayrı-ayrı xəttdirlər. Mən əks salım bundan. Yəni bu səfə bir dənə indi burada 2 səfəni 35-ci PDF-in 35-də 2 səfəni görürük. Sağ səfənin yazısı bir cürdür, sol səfəninki bir ayrı cürdür. Davam edirik beləsi. Burada PDF-də 40-cı səhifəyə su tökülübdür və rəhlər biraz qatışıb, amma yazı qalır. Cəlibdir ki, rəngin də suyu o birislərdə qırmızı çıxardı, biraz acıcan qırmızılısı olardı. Bununki abılıdır. Yəni, sonunda bu biraz göy rəngə çalır, sürməyi rəngə çalır. O su ki, orada tökülübdür, yer buraxıbdır, o. Davam edirik və kitabın Allaha min mərtəbə şükür ki, bu kitabın içinə, yazılarına çox su gəlməyibdir və çürmək də onun şeylərinə təsir eləməyibdir. Gəldik kitabın sonuna. Kitabxana dedik ki, şeydə saxlanır, Süleymaniyyə kitabxanasında saxlanır bu kitab. Kitabın axir səfəsini oxuyaq, burada bir neçə tarix görürük. Görək ki, burada nələr deyir. Və ondan sonra gedərək. Bismillahirrahmanirrahim. Əvvəldə bir ölümsədir, nədir, belə bir şey yazıb, gərək 6 buluki kafir olub cəhənnəmə girsə gərək. Bu buluki müsəlman olub cənnətə girsə gərək. İndi. Burazın hər nə idi bilmirik. Burada indi var. Bu saatnamənin qovlin gözədüb ehtimalən bu saatnamənin qavliz gözüdüb əmrincə ibadət eyliyə Həzrəti Rəbbül Aləminə cənnətdə 70 bu dünya qədər yenə burada bir kəlmə aradan gedib nail ola. Orada yerə
ehtimalən yerədir o da. Bu dünya qədər yerə nail ola. Allahümmə seyyid, Allahümmə seyyiddir. Haqqi Teala cəmi ümməti Muhammedi ibadət əhli qullərindən dür eyliyə. Amin به حق حبیب محمد علیه الصلاة و السلام اجمعین برحمتک یا ارحم الراحمین و سلم تسلیما کثیرا الی یوم الحشر و القرار. تمت الکتاب. Burada bir şey yazıbdı. Bileydi zəmrətə zəhra. Nə mənə? Cəlibdir ki, bimə kimi oxunur. Bime-i Safvetül Zahara vel Asr. Ne deməkdir bunu bilmədim. Katibul huruf, burada o adam bir şey yazıbdı, oxuya bilmədim. Buradan bir əks salaram, görüm ki, əcəba bunu oxuya bilirik. O çox şey gəldirəm üzdən. Bunu bir əks salaq, görək ki, əcəba buradan kitabın axırı da eyni əvvəlinə də çox kirlidir. Bunun da əksini salarıq. Görürük ki, acaba burada bizə köməklik edər ki, bu kitabları şeyləri oxuyaq ya yox. Gedək burada aşağıda bir ayrı. Katibül huruf İbrahim Əl-Haci Şəban Əl-Həslavi ya Həsladi, belə bir adı var. Katibül huruf. Bu hurufları yazan, yəni şey eləyən deyil. Beyt. Əlbəttə yazıb ki, fi şəhri Ramazan. Həman ehtimalə bu adam özü yazıb. Yəni o katibül huruf deyən ki, İbrahim Əl-Xas Şəban Əl-Həsavi ya Həslavi, o adam Hisari, Əl-Hisar bir şəhər adıdır Türkiyədə. O olacaqdır. Katibül huruf İbrahim Əl-Haci, İbrahim Haci Şəban, ya da ki ehtimalən mən istəyirəm görüm, İbn ola bilər, İbrahim İbni Hacı Şəban, amma orada İbni görmürəm. Bundan belə ki, çox da yekətmişəm ki, burada bir şey olsa. Mən Əl-Hacı görürəm. Hacı Şəban, İbrahim Əl-Hacı Şəban Əl-Hisari. Ehtimalən bu şeyli olacaqdır, yazan, yəni nüsxəçidir. Amma aşağıda yerində bir ayrı tarix var. Bu tarixə də bir baxaq, görək ki 1141 yazıb burada. Burada üstə yazıblar 1161. Burada yazıbdır 1141. Fi şəhri Ramazan yevmi 28 28 Ramazan ayı. 1141. Nüsxə tarixi yevmi 28 sene 1141. Bu 1141 de miladi ilə yazılıbdır. Yəni miladi yox, miladi deməyim. Miladi yox. 1141 Latin alfabetin ədədi ilə yazılıbdır. Müsəlmanlar ilə ki, əlbəttə burada müsəlmanlar da ola bilər. Yəni müsəlmanlar da olsa 61 ola bilər onda. Amma 61-i belə yazmırıq ki biz axı. 4 kimi yazıblar, İncilisi 4 kimi yazıblar, 41-i. Mən o cürsə oxudum, amma kitabda 61 yazıblar, buna 6 tutublar. Ola bilər də olsun, yəni bəlkə 6 ola bilər. Yəni hər halda müsəlman Yahudi tarixini yazmaz, ya Məsih tarixini yazmaz, onun üçün 61 də ola bilər. Yəni bunu beləsi yaza bilərik. Mən 41 yazdım, bəlkə İncilisiyə gözüm adət elədik üçün biz çox zamanlarda. Mən bunu beləsi 60 eləyim, tamam olsun. Amma mənə gəldi ki 41-dir. Yəni beləsi nədənsə o cür gəldi zehmə. Amma ərəbcədə 4 beləsi yazılır. Yəni hindicə beləsi yazılır. Yəni ərəbcə beləsi yazılır onu. İlahi fəzl-i lütfündən kərəm babin güşadə eylə. Bu kitabı
yadır, iki aləmdə şad eylə. Bu kitab sahib yadır, nəminə? İki aləmdə şad eylə. Bir dənə ayrı beyt. Bu kitab bir cəhad yolu başlamışdım. Bu kitab bir cəhd ilə ya cəhad yolu başlamışdım. Bu kitab ilə bir cəhad yolu başlamışdım. Tamam edib qələmim silmiş idim. Belə bir şeiri də kitabın sonunda yazıbdır. Hər halda kitabın tarixi beləsidir. Yəni, bu nüsxə tarixi olacaqdır. Çünki katibi hurufdur bu. Qeydat kitabın əvvəlinə əlbəttə ki, geçmiş kitabdan bir səhvələr qərar edir ki, qoyaq. Bu şeydə görək ki, onları nə deyir? Bu əksləri bir edit eləyək, qoyaq. Bu sonki kitabdır, bunu sonra qoyarıq. Edit eləyək bu əksi, bunu sonra qoyarıq. Bu ayrı bir kitab olsun. O birisi əksi edit eləyək, bu kitabdan olar idi. Nədən isə yenə olmadı. Bu birisi əksi də edit eləyək. Əvvəl o birinci kitabı ki oxuduq, Qanunnamə-i Sultani ya o kitabın haqqında buradan biraz ilgi alaq. O gərək vaxtında alaydıq, təəssüflə unutmuşdum. Bu üç dənəni buradan aparaq qoyaq. Buradan gələcəkdik, səhv eləmişəm. Bu üç səhifədə görünən əlyazmalar əcəba bir dənə əvvəlində yazsaymış, yaxşı olarmış. Əcəba aynı xətt və aynı qələm ilə yazılmış. Bu kağaza və yazı ilə qələm və cöhərə baxaraq bu əlyazmaya bir tarix həds etmək olarmı? Əlbəttə 3-4 dənə sual soruşduq. Gərək bu 3-4 dənə soruşmaydıq. Bir dənə soruşaydıq. Çünki bunlar eləyə bilmirlər ki, hər suala ayrı-ayrı cavab versin. Bu yazıla 3 şəkil üzərində dəqiq bir paoqrafik xudaşünaslıq olmaz bu. Paoqrafik və kodikolojik araşdırma apardıqda böyük ehtimalla belə bir nəticəyə varmaq olar. Xəttin və qələmin müqayisəsi. Eyni xətmi? Bəli, bu 3 səhifədə şəkil filanlar eyni katib tərəfindən yazılmışdır. Yazı uslubu Osmanlı dövrünə aid olan nəstəlik və ya ona yaxın olan təliq xəttinin incə bir növüdür. Qələm və cöhər. Hər 3 şəkildə qələmin ucundan qət qələm, çıxan izlər və cöhərin konsentrasyonu, qatılığı qətilici,
konsentrasyon eynidir. Məxsusən hərflərin sona çatan hissələrindəki incəlikləri və K kimi hərfin üst çəkişləri hər yerdə təkrarlanır. Mətnlərin içəriyi, kontekst. Bu səhifələr Osmanlı qanunnamələrinə və hüquq məsələlərə, ərazi hüququ, vergi və rəaya vəziyyəti aiddir. Mətndə Sultan Süleyman xan Budin vilayəti və ərazi miriyyə kimi ibarətlər açıq görünür. Bu səhifədə daha çox dini və fəzilət ilə bağlı bir mətnidir. Firiştələrin duası, ümməti Məhəmmədin hacəti və s. Nəticə, bu göstərir ki, sizin əlinizdəki nüsxə bir məcmuədir. Yəni, katib bir neçə fərqli risaləni, hüquqi, dini, əxlaqi bir cildin içində cəmləyibdir. Əslində, beləsi deyil, risalə də deyil, neçə risalə deyil. Müxtəlif yazıları şəraitdə götürübdür, bir-birinin dibində yazıbdır. Ehtimalən, məsələn, bu bir məcmuədir, Xaxda neçə yüz səhifədən ibarətdir, ya neçə min səhifədən ibarətdir. Bu adam o səhifələri götürüb bir-birinin dibində yazıbdır. Məsələn, orada hər bir sual bir ayrı səhifə, cavab da onun altında yazılıbdır. Ayrı sual bir ayrı səhifə. Burada onları bir-birinin altında bir səhifədə mümkün 4 dənə sual, 3 dənə cavab, 4 dənə cavab ona vermiş olar. Tarix həddi. Kağızın rəngi, cövhərin köhnəliyi və xəttin xüsusiyyətlərinə əsasən bu nüsxə ilə belə bir tarix hududu qoymaq olar. Kağızın və məktubun vəziyyəti, kağızın kənarındakı su izləri, rütubət və rənginin saralması onun kimyavi reaksiyondan keçdiyini göstərir. Xəttin üslubu. Bu cür axıcı və incə təliq xətti daha çox 17-ci əsrin sonu və 18-ci əsrin əvvəllərinə, yəni 1100-ünə hicri illər ətrafında aiddir ki, dedik o da 1080, əlbəttə 1084-də, bu deyir ki 1100-də 1100 olanda təqribən yaz qabağı olurdu. Yəni o qədər ixtilafla deməyibdir. Mətn üzərində dəlil. Aşir-i Xəvaqin-i Osmaniyyə Əs-Sultan Süleyman xan ibarəti görünür. Bu o deməkdir ki, o Sultan Süleyman dövründən sonra yazılıbdır. Lakin xəttin şivəsi və kağızın lifi bizi daha çox köhnə Osmanlı nüsxələri dövrünə aparır. Bu Osmanlı dövründə yazılıbdır. Çünki əlbəttə sonra yazılıbdır. Çünki o dövrdə fətvalar verilibdir. Xülasə nəzər. Bu üç səhifə eyni katibə aiddir. Nüsxə təxminən 300 illik bir tarixə malik ola bilər. Biz də dedik ki, bu kitab 363 il bundan qabaq yazılıbdır. Tamam. Gedək indi bu kitabımıza. Yəni yeni kitabımızdan oxuyaq. Əvvəlindən başlayaq, gələk. Görək ki, nələr yazılıb bu kitabda. Kitabın sonda tarixini gördük. 1161 dedi. Bunu görək ki, hesablayaq, görək neçə il bundan qabağın kitabıdır bu. Tamam. 1447-ci ildir, yox, bundan çıxsaq 1161-i 286 il öncə olar, amması buradır ki, amma əgər bunu 1141 tutsaq, 20 il fərq elər, olar 300 il. 306 il. 286 il öncə yazılmış. Tamam, gedək kitabın özünə başladıq birinci səhifədən. Həbbullah, ehtimalən bu adamın öz adıdır. Elə əvvəldə yazıbdır. Bismi haza kitabü saət namə heybətullah. Bismillahirrahmanirrahim saət. İndi bəzi kitablərdə əkletmişdir, yəni anlatmışdır. Anlatmışdır kim zikr olunur.
Nəvazı nə deməkdir bilmirəm. Nəvazı və ləvaqi kimi. İki dənə kitabın adını çatdı. Nəvazı və ləvaqi kimi. Və təfsiri səddi və təfsiri fəvaidi Qur'an kimi. Qur'anın təfsirlərinin ikisində adını dedi. 4 dənə kitab adı dedi. Və təfsiri Qureyşi gibi. Dəxi neçə bunlar gibi dəxi şükür anda əndərən şükür edərsən edərinsən şükür edərinsən yücə alu padişaha əqli verdi ki gördü ki əqli verdi ki gördü ki dili verdi ki əql verdi ki gördü ki dil verdi ki söylədi ki əl verdi ki tutduq əql verdi ki gördük beləsi oxunacaqdı dil verdi ki söylədik əl verdi ki tutduq ayaq verdi ki kendi evinə yürüdük kendi evinə yürüdük şərrəfəhullah Teala və qənaət verdi ki kendi siyamının üzərinə olavüz fəqirlik verdi ki kim alçaqlıq məqamın tutavüz dəxi toğri yoldan çıxmayavüz çıxanımızı ilqa edəvüz ki İslam qəl'əsi içində elm şəhrinin sultanı sultanı ehtimalən bu adda bir şey görürüm o bir səhifələrdə yazılır. Bəli, yazılır. Burada tövbə ola bilər. Burada görürük tövbəsi əlin tuta və tutavuz bizi ol yenə toğri yola qıymaq dedik aparmaq, əməl eləmək, iş görmək. Burada da deyir ki bizi ol yenə toğri yola qiya hüvə hava və həvəs qəra kölüğündən çıxara hava və həvəs qəra kölüğündən çıxara və elmi kəşf yoluna müstəqlıq eyləya nəfs şüxə müncafi bizi nə deməkdir bu? Nəfs şüxə müncafi bizi qaldırıb sürləmiş şeytanın çirisi dəxi əllərin qarsub gülüşüb təmaşamüzə baxmadın və Təngri Təalanın Cəllə Cəlaluhu xişmi edəcək əməllərindən və Haqqı Teala Peyğəmbər Məhəmməd Mustafa dür əleyhüssalatın bəzən kəlmələrin sətrin axirində buna görə sətrin axiri bir xəttə olsun, sətirlərin axiri bir xəttə olsun. Bəzi kəlmənin yarısını yazır, tazaşdan qeydir sətrin əvvəlində bütünün yazır. Müstəfadır əleyhissalatu vəssalam həzrətlərindən utandıracaq. Burada cəq, burada gəldi. Utandıracaq əməllərdən eyləməyə və ol yərəməz işlərdən qurtara və ol Tənri Təala cəmii yoxları və arayan kəndi birliyin bildirirdi. Bizi əsirgəyəcək odur. Haqqın sevgili Peyğəmbəri əleyhissalatu vəssalam şəfaət edəcək
yolları və işləri göstərdi və ol haqqı peyğəmbər ki Məhəmməd Mustafa qulləri Təalənin Həbibi dəvət üçün və yeri bənləmişdir sövgülü haqqı peyğəmbər Məhəmməd Mustafa aleyhisselam necə ki bütün Qur'anın ayətləri hesabınca 6660 ayət idir. Hədislə buyurdu, necə ki Müslim içində gəlir. Müslim bir kitabdır. Müslim içində gəlir, ondan üründürülmüşdür. Üründürmək yəni pak olmaq. Üründürülmüşdür. Məsabih və Məşadiq adlı iki kitabda. Bir Məsabih, bir də Məşadiq adlı iki kitabda Müslim belə bir işlər görübdür. Müslim bir məşhur yazardır. Bunun tarixdə çox böyük bir yeri vardır. Əgər səhv eləmişəm, özü də türkdür. Məşadiq adlı iki kitabında öründürülmüş və dəxi 114 parə kitablərdən öründürülmüş. Qur'an 114 cüzriyə bölünübdür, parəyə bölünübdür. Bunu yazır. Bizdə də parə işlənir. İndi də Qur'anları bəzi xətm məclislərində ya məsciddə əgər bir şey olursa, əlbəttə indi bilmirəm, biz uşaq zamanlığımızda bir Qur'anı məsələn istəyirdilər oxusunlar bir gecə. Allah bu gün gəldi, dədəmizə rəhmət eləsin, mənim dədəmə rəhmət eləsin özəlliklə. Məsələn, biri ölübdür. O ölünün yaxınları dəvət elərdilər, o ölünü aparaq dəfnə. Dəfnidən sonra məmulən Qur'an oxuyanlar, onlar ki, savadları çatırdı, Qur'an oxusun bizim tayfada özəlliklə. O evdə toplanardıq gecə. Mənim atam o adama bir xof namazı deyirlər, elə bil. Onu oxuyardı əvvəl. Ya gecə durub gedib bir ayrı otaqda oxuyardı. Sonra biz Qur'an gələrdi. Qur'an 114 cüzvə parə deyərdilər. Böyük bir sandıqda 114 bir yerə bölünübdür. Bu cüzvə gələrdi, hərə götürərdi, bunların birini oxuyardı. Bir gecədə məsələn 2 saatda, 3 saatda, 4 saatda bunu hamısını oxuyardıq, qutarardı. Bir dənə Qur'an oxuyardıq o gecə o ölüyənin savabına. Mənim ağam da Allah rəhmət eləsin, dədəm qulaq asardı elə oxuya-oxuya, özü də oxuya-oxuya qulaq asardı. Uca səslə də oxuyardı rəhmətlik. Qulaq asardı, biri qələt oxusaydı, orada deyərdi ki, o cür deyir, onu düz oxu yenə. Bu tür bir şey də Qur'anı da biraz hifz idi. Ömrünün sonuna qədər də Qur'anı oxuyurdu. Yəni hətta bundan belə ki biraz mərizləmişdi, amma namazın əl çəkmirdi. Ta ki mən dedim ki, sənə namaz düşmür, ondan sonra biraz rahatlaşdı. Hər halda deyir ki, در مسابیح و مشادق adlı iki kitabında öründürülmüşdür. O təmizlənmişdir, çıxadılmışdır. Və dəxi 114 parə kitablərdən öründürülmüş 1000 hədis əmr bildirdi. 1000 hədis əmr bildirdi və 1000 hədis nəhy bildirdi. 1000 dənə hədis toplayıb ki, əmr eləyir, 1000 dənə hədis toplayıb ki, əmri mənfi eləyir. Yəni bu işi görmə. 1000 dənə iş gör ki, bu işi gör, 1000 dənə hədis gətirib ki, bu işi gör yazıbdır. 1000 dənə hədis toplayıbdır ki, deyir bu işi görmə. Nəhy odur, mənasına deyir. Və 1000 hədis qissələr idi.
və 1000 hədis məşayixlik buyurdu. Qiyamət əhvalın bildirdi və məsu və 500 hədis. O nədir bilmirəm. O oxudum, başlamadım. Və məsu və 500 hədis halali və harami və ölümü və qəbri və tərazuyu bildirdi və 100 hədis dua və səna. Səna o birisi kəlmədə gəlibdi, səfədə gəlibdi. Aşağıda da görürük, zırılmıbdı. Və səna və şəfaət məlum eylədi. Və 60 hədis tamuyi, tamu behişt. O şey ki behişt deyirlər, o deyil. Cənnət ki deyirlər İslamda, o deyil, amma bu məni daha geniş, daha gözəldir. Tamuyi və hesabi və ucmağı. Tamu dadgah kimi bir şeydir, məhkəmə. Və hesabi və uçmaq behişt o cənnət. Onu səhv elədim, orada dedim. Bildirdi. Və bu qamus ilə, qamus lüğətnamə, dictionary, dictionary ya da ki, indi deyirlər ensiklopediya. Bu ensiklopediya deyirlər indi, bu İngilis dillərdə. Qədim buna qamus deyirdilər. Bu qamus ilə, yəni bu məcmuəni ki, toplayıbdı, onları deyir. Bu qamus ilə bunca təfsirləri və bu buyruqları edib, doğru yolları qoyub, ətəb və məsiyyət çəmirlərinə, çamur həman çəmirlər, torpaq, palçıq çəmirlərinə və çöklərinə bulaşıb batmışız ya Rəbb, inayətün olə toğruluruz, yoxsa bir yol içində bulunmaz baruz, yəni bulunma yaruz üstən, bulunma yaruz, yəni yoxsa doğru yolda ola bilməriz, sənin hinayətin olmasa. Ol necə olə halimiz, ya Rəbb, inayət eylə, ol zalimi, zalim nəfsin şumi olu sultandən bizi iraq eylədi. Ey bir bar Tənri sənsən, dəxi bizi ol Həbibin kim, sövgülü Peyğəmbərindir, Xatəmin Nəbiyyin Muhammed Mustafadır, əleyhissalam, bizi ana ümmət eylə qıl. Can verməli mülkümüz əslən mülkümüz asan olə. Can verməli mülkümüz asan olə və ol halidə iman edən və Qur'anidən ayrılmaya və zu qəbr əzabından və münkür nəkir sualindən asan cavab verəvüz. Cəhənnəm dərəcatlərindən əmin olub cənnət qəpulərinin üzümüzə açı ver. Cəmi ümməti Muhammed ilə amin ya Rəbbəl aləmin. Kitabın əsli təqribən hələ feylən yetişməmişik. Burada duaları eləyir. Və dəxi ol ulu, əzəmətli və heybətli qiyamət günündə nəfsi deyə çağırışdığımız vaxtən ol iki cəhanın fəxri Məhəmməd Mustafa sallallahu ta'ala aleyhi və səlləm ümmətim deyə bizi ana və bizə şəfaət eyləyə və tərazudə tartılıb günahımız ağır gəlib ol bir bar Tənridən nəzər-ü ihsan olmayıb devlərə qarışıb cəhənnəm
cəhənnəmə əmr olunanlardan olmayavuz. Ol padişahı la yezalun bir zərrə ihsani yetişib və həbibi və dövlətlülər və yazıqlı qullərinin şəfi olan Məhəmməd Müstəfanın sallallahu aleyhi və səlləm həzrətlərinin şəfaəti ol kərimür rəhim Allahu həbibin şəfain şəfa əyni qəbul edib asilər vülə günahkarlarından çəkibdür cahi tərəfinə dötələrdən ya dönənlərdən olavuz, dönənlərdən cahi dərcahi köçüb dərcahi tərəfinə günahlarından köçüb dərcahi tərəfinə dönənlərdən olavuz. Amin ya Rabbel alemin. Ya Rabbi inayət eylə ol ki həqdən inayət sol əli yağınından bağrından olacaqdır. Sol əli bağrından çıxarıb isan dəftərlərin, isan günahlar, isan dəftərlərini sol əlinə verilib, yüzləri qəra olub, boynumuza ondan zəncirlər dağılıb, cəhənnəmə əmr olunan qullərdən olmayavuz. Amin ya Rabbel alemin. Bunları öz yazıb, qırmızı ilə yazıb. Mən fəqət oxuram. Və dəxi ol, əlbəttə, amin ya Rabbel alemin ürəkdən deyirəm. Çünki mən də elə Allahdan istəyirəm ki, mənim də sonum xeyir olsun. Və dəxi ol peyğəmbərin ol sevgili öründülünmüş dörd yarı ilə biri Əbu Bəkr Siddiqdir rəziyallahu anh, ikinci Ömər Faruqdur rəziyallahu anh, Osman Zeynəd-Nureyndir, Zeynəd-Nureyn Zəkidir rəziyallahu anh, dördüncü Əli Mürtəzadır rəziyallahu anh, Baqi Əşəri mübəşşirin və öründülünmüş taza lüğətdir, bunu dilim çevrilmir hələ, öründülünmüş əlbəttə öründürülmüş 33.000 səhabələri yoluna qoyduğun ləyni bizi dəxi yoluna qoy qıl. Rəziyallahu anhum əcməin dəxi 24.000 peyğəmbərləri salavatullah aleyhim və salamuhu əcməin yoluna qoyduğu gilin bizi dəxi yoluna qoy qıl. Dəxi olyalarüvlə və salihlərüvlə və sacilərün etmələn bunun olacaq. Bunlar hamısı şey olacaq. Mən iştibah oxuram. Bunlar çe deyirlər. Bunlar mənli oxunar, amma lı deyil. Çedir. Bizi dəxi yoluna qoy qıl. Dəxi oğluyaların və salihlərin və sacilərin, saci nə deməkdir? Sahi də ola bilər. Saci görürəm mən bunu. Salihlərin və qazilərin və şeyxlərin və sadiqlərin və alimlərin və zahidlərin və şəhidlərin və doğlulərin və dərdimənlərin və gözü yaşlıların və bəğri başlıların və bəğri bağrı başlıların və abidlərin və müttəqilərin yoluna qoyduğuna sən bizi dəxi yoluna qoy qıl. Qənilərin ədl hürməti və fəqirlərin səbri hürməti və xəstələrin şükrü hürməti və dörd yari Resulullah sallallahu teala aleyhi və səlləminin
İbrahim ibn İsmail rəhmətullah aleyhim əcməin kim dünyada nəql edib, bizdən sonra əziz yarənlərə və şeyxlərə və alimlərə səlam olsun. Biz zəifləri əmr-i ilahi fovt olub, çürüyüb, topraq olub, bizdən nəsnə qalmayıb, ixvanın duasına muhtac və həsrət nidamətdə qalıb, bizi duadan yad buyurmayalar. Allah sizlərə rəhmət eləsin. Əcəb söz dedi. Dedi ki, siz bu kitabı oxuyanda bizlər ölmüşük, getmişik, köçüb getmişik, ölmüşük, köçüb getmişik, çürümüşük, topraq olmuşuq. Bizdən bir nəsnə qalmayıb. Yəni bizdən heç hissat yerdə qalmayıbdı. Bizi dua eləyin. Üçüb çürüyüb topraq olub bizdən nəsnə qalmayıb. İxvanın duasına muhtac və həsrət nidamətində qalıb bizi duadan yad buyurmayalar. Hər kim ki bu kitabı əlinə ala, bu zəif-i nəhif-i biçare bir zərrə topraq bəndə ki gözün sizlərdən təmənnası bəndəniz oxuyuram, bəndənizin sizlərdən təmənnası oldur ki, bu kitabı şərifi hər məhəldə oxumağa başlarsınız və axiri əvvəli salavat ilə və dua ilə başlayasınız və savabını bən kimsəyə bağışlayasınız. Allah, mən bu kitabı oxuyuram. Mənim ürəyimə bəht toxundu. Əgər bunun tanıtdırmağını və tanımağını mənə və bunu qulaq asanlara, görənlərə bir savabı olsa, bu savabı bu kitabı yazana bağışla. Bunun ruhunu şad eylə. Onun ruhunu bizə duacu eylə. Dua ilə başlayasınız və savabını bən kimsəyə bağışlayasınız. Lütf edəsiz ola kim? Sizin duanız bərəkətindəsin. Əzabidən qurtulub rahat olavuz. Qiyamət günündə dəxi yüzü ağlığı ola. Haqqi Teala Cəllə Cəlaluhu dərgahına varacaq işimiz sağ ola. Haqqın sevgili peyğəmbəri və ol haqqın həbibi və ol ümmətlərin şəfii olan Muhammed Mustafa sallallahu aleyhi məcməin şəfaətindən biz ümmətlərin məhrum etməyə günahlarımızı əff olacaqdır. Əff edə cənnətdə diz ərin göstərə. Cənnətdəyiz ərin göstərə. Şadu hürrəm olavuz. Amin ya Rabbel aləmin. On Tanrının Həbibi Xatəmin Nəbiyyin Məhəmməd Mustafa sallallahu aleyhi hər geçən kim qaracıqlara və qocacıqlara qarıcıqlara və qocacıqlara uğrasa bəni duadan unutmən deyərdi. Ol Xatəmin Nəbiyyin. Əcəb, cəlibdir. Muhammed Mustafa sallallahu aleyhi və səlləm edir bir kişi əmanət burada səhvə düşübdür. Niyə? Çünki burada ertəsi gərək o birisi səfədə ertəsi ilə başlasın. Bu səfədə yoxdur. Ona görə burada düşübdür bu səfə.
Yəni bir vərəq ortada, ən azından bir vərəq yoxdur. Bunu burada gördük, çünki ertəsi o birisi səhifədə görsənmədi. Görək ki, ona görə də burada başlayır kitabın içinə girir və biz bilmirik nədən. Deyir ki, axşam və saatün axirinə yəqin Tənri Təala nəzər qılır. Balıq olmadıq oğlancıqlərə, balıq olmadıq oğlancıqlərə və qızcığazlərə və azadsız qullərə və qəravüşlərə və dərdiməndlərə və heyvanlərə indi bunların qəngisi ac bulunursa Tənri Təala əmr edib qudrəti lütfündən edir ki, sağının ac qovmək alınız altında olanları, sağının ac qoymaq alınız altında olanları şöyle kim, bunları ac qomaqlıq ulu günahdır və dəxi Tənri Təala düşmanlıqdır. Tənri Təalaya düşmanlıqdır. Düşmanlıqdır. Qorqun Allah-ı Təaladan. Burada dedik, təəssüflə kitabın ortadan bir səhvə düşübdür. Buyururlar, bu səhvənin davamı var. İştiqa burada vardı. Qol burada vardı. Otururlar var. Qarşıları var. İmdi var. Min fütur var. Edürüz var. Edəvüz. Burada edəvüzdür, burada edübdür. Bu deyil. Burada da yine bu səhvə şey olur. Əlbəttə bunu oxumağına da biraz baxa bilirik ki, görək. Və minhum səxxərallahu minhum və ləhum əzabun əlim. Həzrəti Allah buyurur Həbibinə Rəsulü kim? Rəsulüm, mən ələm çəkmə bəndəxi onları qiyamət günündə məsxərə edəvüz, ateşdən xəlq olmuş. Bəli, burada bir səfə, bir vəraq, ən azından bir vəraq düşübdür. Bu ikinci yerdə ki, gördük bu kitabdan bir vəraq düşübdür. Qız durub, düzdür, Tənridən bezmiş, Allah-u Teala ölmək, Allah-u Teala səlami, vəsiyyət, gələ dünyada kiru var. Bu da düzdür, nəzər qılır və anə haqqəhu və cümlədürləri çığırışırlar. Baş. Bu da məşğul, düzdür, gördü, gözü veyrək ya veyrün söylərlərsə ərz. İndi burada anın səvabından onlara baxmadım, gətirib, burada yox, vəqf edəni min ənsar dəxi və təmihə və liyətməinnə düzdür. Fəqət cəələnə olmuş olur. İndi mən biləsi getdim, yadımdan çıxdı kitabı qeydən bir yerdən oxuyam. Deyək ki, 20-ci səhifədə, indi 25 deyək əslində, biraz oxuyaq. İmdi. Burada 25-ci səhifənin ortasında gəlir imdi. Günlər isaət təəddi eləmək, geçmək, həddən geçmək. Günlər isaəti hekayətinə bu saat içində olan əcayibləri bəyan edəlim. Bu günlər hər biri bir dürlü cövhərdəndir. Hər birinin qalınlığı, yəni zəxamət farsça, ərəbcə. Hər birinin qalınlığı 500 yıllıq yoldur. Və biri birindən
aralıqlığı dəxi 500 yıllıq yoldur. Və hər birinin içində mələklər dürlü və hər biri bir ibadətə məşğuldur. Aşağıdakı dünya kökü dötündür. İçi dolu ildizlər və ay göz mələklərdir. Bu yetişüdən sonra göklərdə firiştələr bizə nurilər, yıldızlı. Acaba bu davamı buradan deyə yox. Kitabın hər halda bir yerdə səhifələrini gördük. Gedək kitabın sonuna baxaq. Əlbəttə mən istəyirdim ki, bunu 40 neçəyəcən baxmışdıq. Baxaq görək ki, ziynəti həman netəkim, şeytan öymək demədilər. Kitab çox sadə yazılıbdır. Səsləri qoyub üstünə. Bu şeytan, xaşa, qaimən, şeytan yenə də deyə yoluna. Kim cəmi ibrət hüllər. Kitabın səhifələrini keçir, baxırıq ki, görək düzdür yox, saatdə gedər. Kitabın təqribən axır səhifələrinə yetişdik. Ey dəri olan biri. Tamam, kitabın axırına yetişdik. Məncə bu qədər yetər bu günləri. 2 kitabla tanış olduq. Türkcə 2 dana dərin kitabla tanış olduq. Və hər kitabda bir feil ilə ən azından tanış oluruq, ya bir kəlmə ilə tanış oluruq ki, o birislərdə görməmişdik. Ya da ki, üçün oxumamışdıq ki, görək. Ona görə məncə çox əla bir 2 dana kitabla tanış olduq. Həm təxəssüsi, yəni çox təxəssüsi bir kitabla tanış olduq. Bunun yazarının adını təəssüflə bilmədik, amma katibin adını bildik. Bu katibin adını yazaq da ən azından bu kitab bizə katib kim olacaqdır? İbrahim Əl-Hacı Şaban Əl-Hisari. Görək belə bir adam Əl-Hisari. Görək belə bir adam varmı ya yoxmu? Bunu soruşmadan getməyək ki, bu bizə bir şey verər. İbrahim Əl-Hacı Şaban Əl-Hisari kimdir? Görək ki, İbrahim Əl-Hacı Şaban Əl-Hisari Osmanlı dövrünün böyük alimlərindən, fəqih və katiblərindən biridir. Sizin paylaşdığınız əlyazma nüsxələri ilə onun adının yan-yana gəlməsi çox önəmlidir. Çünki o, Osmanlı hüquq və fiqh tarixində tanınan bir şəxsiyyətdir. Onun haqqında əsas məlumatlar bunlardır. Kimliyi və nisbəsi. Əl-Hisari onun nisbəsi Hisar şəhrinə və ya bölgəsinə aid olduğunu göstərir. Osmanlı coğrafiyasında bir neçə Hisar adlı bölgə var. Məsələn, Gözəl Hisar və ya Ayxisar, Ağhisar. Lakin o daha çox Anadolu bölgəsinin alimlərindən sayılır. Əl-Hac hac ziyarətinə getdiyi üçün bu unvanla tanınır. Elmi mövqeyi və əsəri. O, öz dövrünün məşhur bir fəqihi və müəllifi idi. Onun ən önəmli fəaliyyətlərindən biri Osmanlı dövlətinin hüquqi müdaxilələrini, fətava və qanunnamələrini şər'i müstəvidə şərh etmək olub. Əlyazma ilə bağlantısı sizin şəkillərdə
görünən qanunnamə və ərazi hüququ bu o deyil, əslən bağlı deyil, amma deyir də bağlı mətnlər böyük ehtimalla onun yazdığı və ya tədvin etdiyi məcmuələrdən biridir ki, orada fəqihin adını ki imzalardı, gördük. Bu o deyil. 17-ci əsrdə filan, yəni 1100 hicridə illərində bu hüquqi məcmuələrin tam o deyil. Sizin nüsxə ilə əlaqəsi yoxdur. Tarixi hudud. Tamam, bunu bir ayrı işləyək. Deyək, bu kitabdan bir səhifə salmışdıq. Onu verək buna, deyək ki, bunun adı nə idi? Bunun adını tapaq. Deyək ki, efendim, öncəki hüquq kitabı ilə heç bir ilgisi yoxdur. Bəlkə başqa bir əlyazma onun qələmindən çıxmış ki, üstəki şəkildə sizə sundum. Bu şəkil yazı, qələm, xətt, kağız, katib və haqda bilgilər verə bilərmisin? Görək ki, bu haqda bizə bir nələr deyir. Bu şəkil nüsxənin fərağnamə ya da xatimə hissəsidir ki, əl yazma araşdırmalarında ən önəmli sənəd sayılır. Burada yazılanlar sizin şübhələrinizi tamamilə aydınladır və nüsxənin kimliyi haqda qəti məlumatlar verir. Katibin kimliyi və imzası. Mətnin sonunda açıq aydın katibin adı belə qeyd olubdur. Kətəbəhül Fəqir Əl-Məruf bi İbni Kitab İbrahim Əl-Hacı Şəban Əl-Hesab. Belə bir şey yoxdur. Mən burada görmədim. Bu da özündən bir şeylər yazdı. Katibül Huruf beləsi İbrahim Əl-Hacı Şəban Əl-Hesabi. Kətəbəhu burada mən görmədim. Yəni burada bir ayrı bir şey görmədim. Bəlkə biraz da önlükdən baxsaydıq. Yox, qiyamətdə idi. Axırıncı bunu oxumuşduq. Yəni saatnamənin filan Bəhman belə bir şey demişdi. Burada belə bir şey yox idi. Amma buradan dedi. Bu ibarətin bəlli olur ki, İbrahim Əl-Hacı Şəban Əl-Hesab bu nüsxənin müəllifi yox. Məhz katibidir. Amma orada Kətəbəhu yazmamışdı ki. Yazmışdı. Nə yazmışdı? Katibül huruf. Bəli, yazmış Katibül huruf. Kətəbəhu yazmamışdı. O özünü İbnül Kitab. Belə katib oğlu. Bunu mən görmədim. Belə bir şey yoxdur. Onun üçün də bu söz qələtdir. Mən bunu buradan götürüm. Kətəbəhül Fəqir yoxdur. Kətəbəhül Fəqir İbnül Kitab. Deyək ki, bu dəsi gedək. Deyəcək ki, sən yazdığın kimi belə bir cümlə son səhifədə hangi cümlə? Bu cümlə yoxdur. Bəlkə Katibül huruf bəlkə təmmətdən sonra təmmətdən sonra
və ayrı bir az uzaqlıqda katibi el-huruf idi ha. Katibil huruf diye adım qələmə almış. Acaba bu yazar mıdır yoksa nəssah mıdır? Görək ki, nə çıxır buradan. Bunu yazmaqda olsun. Biz qeydək o üstdəki suallarımızın biraz cavablarını görək ki, nə yazıbdır. İbrahim Əl-Hacı Əş-Şaban filan Hisari bu nüsxənin müəllifi yox, məhz katibidir. Bunu dedi ki, qəbul eləmədi. Xətt və qələm. Bu səhifədəki yazı, xətt daha çox nəsxi xəttinin Osmanlı şivəsinə yaxındır. Öncəki hüquqi mətnlər nəsrəli xətt ilə müqayisədə buradakı hərflər daha təmiz və ayrı-ayrı yazılıb. Katib barədə maraqlı qeyd. Əl-müsəmma müəmması. Əslən buna rəbti yoxdur. Niyə gəldi yenə buna? Onu bilmirik. Tarix və zaman. Mətnin alt hissəsində tarix qeyd olunubdur. Fi Rəməzani, Səni, İsna və Səmeyninə və Əlif. Belə bir şey yenə yoxdur. Niyə bunu gətirdi? Bu da yazdı. O ayrı kitabdır. Bu ayrı kitabdır. Ya da heç belə bir şey yoxdur. Öncəki kitabda yazmışdı. Rəməzan da yazmamışdı. Bu Rəməzanı hardan gətirdi? Aha və şəhri Rəməzani burada bunu gətiribdir. Bunu buradan götürübdür. Amma bu elə bunun xətti olacaqdır. Bunlar da yazıb burada da. Yəni beləsi bir şey. Beyt deyə yazıbdır. Bununkidir. Rəməzani, Səmani və Əşər. Bu nə olacaqdır? 114 bu da ayın günüdür da. Onu yazıbdır, onu gördük. Bunları dedik, danışdıq. Bunları gedək. Fi şəhri Rəməzan, Səni, İsna və Səmaninə və Əlif. İsna və Səmaninə və Əlif yoxdur. Bir də gedim. Yoxdur. Bunları özündən deyir. Bu tarix sizin öncə qeyd etdiyiniz, bu o birisi kitabda deyil hətta, özündən kağız və fiziki. Məncə bunu da çox diqqət eləməməliyik. Buradan sonra. Bütün diqqətim üçün üzr istəyirəm. Böyük ehtimalla sizin əlinizdəki fiziki nüsxə ilə mənim şəkil üzərindəki təfsirim arasında balaca bir anlaşılmamazlıq yaranıb. Sonuncu səhifəyə, fərağnaməyə təkrar baxdıqda və sizin buyurduğunuz nüqtəni nəzərə aldıqda vəziyyəti belə diqqətləşdirməklə olar. Kətəbəhül Fəqir və İbn Kitab məsələsi. Haqlısınız. Mən şəkildəki xəttin üst bəhslərində ilham alaraq o ibarəti yazmışdım. Lakin fərağnamənin əsli mətnində Təmmətül Kitab deyə yerdə o dəqiq sözlər yoxdur. Burada əsli ibarət belədir. Kətəbəhül Əbdül Fəqir, yenə də bu deyil. Bu da deyil. Tamam, bundan keçək. Katibül huruf və yazar nüsxə mənasında. Sizin buyurduğunuz Katibül huruf İbrahim Əl-Hacı Şaban Əl-Hisari ibarəti mətnin qəti sonundan təmmət bir az uzaqlıqda yazılıbsa, bu nüsxənin kimliyini anlamaq üçün ən böyük dəlilidir. O yazar, müəllif midir, yoxsa nəssah katib midir? Osmanlı kütübxanə şünası və əlyazma fəlsəfəsinə əsasən bu sualın cavabı nəssah katibinin xeyrinə daha güclüdür. Katib əl-huruf istilahı bu ibarət məmulən yazar, müəllif üçün deyil. Məhz nüsxəni çevirən, yəni hərfləri yazan şəxs nəssah üçün işlənir. Yazar özünü məmulən müəllifəhu, camiəhu və ya müsənnifəhu kimi tanıtdırır. Tarix verir, İbrahim Əl-Hisari öz dövründə 1082 hicri olmaz. Çünki bu 1161-də olur. Bu da 82 olsa 1000 neçə il gərək bu, 100 neçə il gərək yaşamış ola. 161 il
Yox, olmaz. Məşhur bir qazi, tamam o deyil. Tamam bu qatır, yəni bir kitaba gələndə mütəəssifanə qatır çox da məlumat almaq olmur. Çün bu da qatdı, biz bunu bir iş görə bilərdik. Bağladıq, amma kaş bağlamasaydıq bir iş görə bilərdik. Onu Copilot'a versək, şurada Copilot onu nə deyər? Optional diagnostic data to help to improve Microsoft, tamam. Continue. Bu səhifə haqqda analizin nədir? Görək ki, burada bir şey deyir ya yox. Əgər ciddi bir şey desə oxuyarıq, ciddi bir şey deməsə burada qutarırıq və bir ayrı Allah bir ömür verirsə bir ayrı gün, bir ayrı kitabı tanış olmaqla həyatımızı sürdürərik və öyrənməyimizi gedərik. Burada deyir ki, daha dərinləsək, ehtimalən burada bu şeyləri, latincələri yazması yaxşı olar. Latincə yazanda sözlər səfənin əvvəli, axırı gəlir bir-birinə yazının. Ona görə bilinmir ki, bu nə deyəcəkdir. Bunu mən yazım buradakı lütfən Türkcə ərəbcə yazıların içində latincə hərflərdən istifadə etmə. Çün oxunuşu zor olur və cümlədə yazıların yeri dəyişir. Görək ki, nə deyəcəkdir? İndi üstəki şəkil haqqda olan analizlərini təkrar edərmisin? Latin hərflərdən istifadə etməyərək. Yenə də istifadə elədi, calibdir. Orada dedi, yox, yenə istifadə eləyibdi və oxuması çox zordur. Bu cümlələr İslami elmi əsrlərdə Risalənin başlanğıcına məxsusdur. Sonra müəllif özünə Əş-Şeyxül İmam filan bilən Məhman belə bir şey, tamam. Mövzu hesab elmi, qələtdir. Kollən bundan çıxıq eşiyə, çünki burada hesab elmi deyildi. Özündən bir şeylər yazır. Əziz və hörmətli dostlar, Allaha min mərtəbə şükür olsun ki, bu günləri bu iki kitabla tanış olduq və nə deyirlər, mən biraz daha türkçülükdə, türk dilində, türk uyğarlıqlarında, türk mədəniyyətində, türk yazısı və dilində, türk düşüncəsində, türk anlayışında, türk görüşündə, türk düşüncəsində azca da olsa, bir milimetri də olsa farslıqdan, İrancılıqdan və batılılar yaratdığı düşüncədən uzaqlaşıb müsəlman türk düşüncəsinə yaxınlaşdım və tanış oldum. Salam olsun
ölüb gedən alimlərimizə Allah ruhlarını şad eləsin. Allah onların günahlarını bağışlasın. Allah bizim dədələrimizə də rəhmət eləsin. Dədələrimizə, babalarımıza ruhları şad olsun. Yerləri cənnət olsun inşallah.